Şəxsiyyət haqqında nə düşünürsünüz? Yəni, şəxsiyyət yanınızda necə çəkin işinizi tam ifadə edin. Necə? Niye ben de başladım? Riskli insanlar ancaq qabul edilir. Buyurun. Şahsiyet. İnsan şahsiyet. İnsan öğrenmeye demiş. Suala kişiyə görə başqa riskli işin olmaq istəyir. Kimisi cəmdə hamı. Buyurun. Sizcə, şəxsiyyətli insan necə olmalı? Deyin, narahat olmayın. Dinləmək istəyirəm. Yaxşı. Nurlan müəllim, buyurun. Sağ olun, da görək kimlər təsərrüfdə olacaq. Buyurun. Səhv eləməkdən qorxmalı deyil bence. Səhv edilməkdən qorxmalı deyil. Bu suallar qabaqda da alıram sizdən cavablarını. Biz bir də o seminarın sonunda belə bir suallar danışacaq. Ona görə də bir müqayisə edəcək həmin cavabları. Böyle deyin, səhvlərdən qorxmamalıdır. Evet. Sizə? Şəxsiyyət ətraf mühiti özünə görə dəyişdirməyi bacaran və həqiqətən öz fikirlərini ifadə etməyə bilən insandır. Yaxşı, bəs sizin fikrinizcə insan müəyyən yaşdan sonra özünü dəyişə bilərmi? Məsələn, 20 yaşdan sonra. Qarşısına məqsəd qoysa, demək olmaz. Nədən qatılırsınız bu fikrə? Dəyişə bilər? 70 yaşından sonra yaşadım. 70 yaşda da olsa. Yaxşı, bəs siz necə düşünürsünüz? 40 yaşdan sonra dəyişmək mümkündür. Görmürsünüz ətrafınızda elə bir insan, görmürsünüz. Məsələn, necə dəyişir? Hansı xüsusiyyətləri dəyişir? Xarakter olaraq çox dəyişir. Kişidir. Sonra, siz elə bir fikriniz var. Sizin fikrinizə şəxsiyyətiniz olmalı. Məncə özünü daima inkişaf etdirməli. Bir də bizim yaşadığımız cəmiyyətdə biraz insanların düşüncələri bizim düşüncələrimizin önünə keçir bəzən. Amma məncə elə olmamalıdır. Daha çox öz fikirlərimizə də müəyyən qədər yer verməliyik və öz fikirlərimizi dəyərləndirmək, qiymətləndirmək Məncə, bacarmalıyıq. mentalitet haqqında negativ baxış qıcağınız var mən qədər. Məsələn, mentalitetdə nələrə xoşlanırsınız? Bilirsiniz, təsdiq alanlar. Bəzi mentalitetlərdə var, amma bir dəqiqə həqiqətən ağlıma gəlmir. Amma bəzi şeylər də yerinə görə var, bəli. Bəyənmirsiniz. Məsələn, qadın azadlığı haqqında var elə hangi bir şey? Bəzi qadınların, necə deyim, bəzi insanlar məsələn bizim cəmiyyətimizdə geyim olsun, üslub olsun, danışıq tərzi olsun, qadınlarda biraz səhv yanaşılır. Baskı var, elə ki. Hə. Mən amma bunun o qədər də, yəni geyimin, üslubun və başqa bir şeylərin insan xarakterində düzdür, önəmi o qədər də olduğunu, yəni onu bəzi insanlar bilir. 40% falan, 30 ola bilər. Neçə yaşınız var? 18. 18 yaşınız var. Məktəbə iki sənə götürmüsünüz o zaman. Nə? Hansı üniversitet? Bakı qızlar. Qızlar üniversiteti. Sonra başqa kimin fikri var? Şöyle siz başlayalım. Başlayalım sonra. Başta sizə yormayalım. İstiqalat etsən olan belə bir xüsusiyyətli olur. Psixoloq elə bir anlayış var. Bir izləyici maksimum 15 dəqiqə tam diqqətlə qulaq asır. 15 dəqiqədən sonra yalnız ideal və hədəfi olanlar qulaq asır. 1 saat ərzində isə ancaq bir şeyləri dəyişdirmək istəyənlər qulaq asır. Biz çox yormayacağıq. Sistem bir standart bir seminar olsun. Elə bir seminar keçirmək istəyirik ki, siz burada hədəfinizə çatasınız və sualınıza cavab tapasınız. Buyurun, Şükürəm. Tamam. Əvvəla hər birini salamlayıram və sizi təbrik edirəm ki, gəlib burada iştirak edirsiniz. Burada iştirak etməyiniz sizi kütlədən fərqləndirən demək bir xüsusiyyətə sahib olduğunuzu mənasına gedir. Yəni, siz özünüzə, gələcəyinizə, şəxsiyyətinizə, ailenizə və övladlarınıza bir yatırmıyorsunuz ki, gələcəkdə ətrafına baxanda bu filan kəsdir, bu mənim atamdır, anamdır, qardaşımdır deməyə bacarsınız. Bu çox möhtəşəm bir şeydir. Buna gəlsə təbrik edirəm. Yaxşı gəldiniz. Keçən özümüzü göstərirək. Adım Ələkbər, Vice Dinamik iqtisadi bir şirkətin rəhbəriyəm, CEO-suyam. Mən daha çox siz LinkedIn-də, IT sahəsində, innovasiya və idarəetmə sahəsində innovasiya sahəsində görürsünüz. Eyni zamanda unikal olmağı sevirəm. Gəlin kesin. Potensiyalı. Amma sizə belə içəri gedin. Buyur, həmin yerləri boşalsın, otanımda da eləsiniz. 2 yeri gələ bilərsiniz. Mən daha çox innovasiya, idarəetmə və texnologiya sahəsində görmüş olarsınız. Eyni zamanda unikal olmağı sevirəm.
insanla bağlı, cəmiyyətlə bağlı mövzuları araşdırmalar aparmağa və onları cəmiyyətə təqdim etməyə çalışıram. Əli müəllimi çoxunuz tanıyırsınız. Əli müəllimi tanıyanlar əl qaldırsın. Maşallah. Siz çoxunuz Əli müəllimi bir pedaqoq, müəllim və sosial bir fenomen olarak tanıyırsınız. Amma Əli müəllimi də tanımadığınız bir siması var. Əli müəllim həmçinin bir mütəfəkkirdir. Mütəfəkkir birisi kimə deyilir? Mütəfəkkir bir insandır ki, onun bir beyni olur. Və o cəmiyyətin ehtiyac və tələblərini anlayır, dərk edir, analiz edir və onlara faydalı rəy edir, faydalı fikir istehsal edir. Hər fikir istehsal edən insan mütəfəkkir deyil. Amma faydalı fikir istehsal edən insan mütəfəkkirdir. Buyurun. Mən Əli müəllim, pedaqoq və tədqiqatçı. Özüm uzun illərdir ki, həm psixologiyada və fəlsəfə üzərində mütaliə edirəm. Eyni zamanda şagirdlərimlə kontaktlər çəkib sosial şəbəkələrdə paylaşıram. Haqqında bu qədər məzmunumuz kifayətdir. İndi isə fərman başlaya bilərik. Şəxsiyyət mövzusu. Əvvəla biz bu şəxsiyyət məsələsini niyə seçdiyimizi vurğulayaq. Bunun tam olaraq səbəbini siz təhlil boyunca başa düşəsiniz. Ki, bəs niyə şəxsiyyət mimarlığı mövzusu? Üstən arada söz verirəm. Həyat, ölüm və insan. Bu bir üstücaqlı ki, onun mərkəzində insanın şəxsiyyəti durur. Əgər bu məsələ həll olsa və o sir ortaya çıxsa, digər üç məsələ öz avtomatik həll olacaq və həmin üç məsələ daha da məna olacaq. İnsan, ölüm və həyat daha yaxşı bir məna qazanacaq. Şəxsiyyət nədir? Tarixin əvvəl vaxtından indiyə kimi hər bir sivilizasiyada müəyyən bir obrazlar yaradılır. Uşaqlar, peyğəmbərlər, böyük şəxsiyyətlər, fatihlər və ya əks pis obrazlar. Məsələn, Hazırlar rəhbər kimi, Adolf Hitler. Mesela Hitler'in özü. Bu bir şəxsiyyət, bir obrazdır, amma baxmayaraq ki, mənfi bir obrazdır. Müasir dövrdə isə Azərbaycanda təqribən 30 ildə, dünyada isə 50-100 il arasında bir obrazlaşma prosesi gedir. Yəni, müəyyən kütləli informasiyalar vasitəsilə, filmlər vasitəsilə, musiqilər və digər məlumat vasitəsilə insanlara məsələ bir şəxsiyyət obrazı təqdim olunur. Yəni, bu deyir ki, bu ideal bir şəxsdir, ideal qadındır, ideal kişidir. İnsanlar bu manipulyasiya olduğu üçün onu ideal kimi götürürlər və götürdükləri idealı özə bənzətməyə çalışırlar. Bəs bunu niyə edirlər? Çünki insan daxilində bir boşluq var, özünü təmin etmə hissi var. O təmin etmə hissini doldurmaq üçün, özünü cəmiyyətdən ayırtmamaq üçün, yəni qorxudan azad olmaq üçün başlayır özünü bənzətməyə. Ən çox bunu aydınlara birazdan deyəcəyik. Onu daha çox film obrazlarında görmüş olasınız. Kimsə özünü film obrazlarını tənis edir və ya hansısa bir roman oxuyur, romanın obrazına bənzədir özünü və ya hansısa bir inqilabçıya bənzədir, hansısa bir liderə bənzədir. Niyə? Çünki özü ona bənzətməyə nəysə təmin olur. Buna görə məhz bu mövzunu seçmişik. Mövzuna bağlı bugün bir danışıq verdim ki, təsəvvür yaratsın sizə, biz nədən danışıq? Sevgilim. İndi isə sizinlə bir film izləyəcəyik. Film Abbas Kiarostami'nin kısa metrajlı filmidir. Filmdə danışıq yoxdur, sadəcə səs üzərində qısa filmdir, izləyəcəksiniz. Və sizdən xahişimiz budur ki, filmi izləyəndən sonra filmin ideyasını, sizə çatdırmaq istədiyi fikri tutmağa çalışın. Biz təlimin sonunda fikri soruşacağıq, hər birinizə soruşacaq bu arada və müdrik dərsində fikirləşin. Yəni çox asan belə ideyası yoxdur filmimizin. Şöyle hazırsa filmi başlayalım. Şunları Şibayan kazanmışsın. Film bitti ve gözləntinizin tam əksinə olaraq bu film dünyanın ən məşhur filmləri sırasındadır və kifayət qədər də çox mükafat aldı. Çünki filmin ideyası çox dərindir. Siz fikirləşin, sonunda sizdən soruşacaq. Görək, kim filmin ideyasına daha yaxın fikirlər səsləndirir?
İndi isə keçid edən növbəti slayda. Həmçinin oxuyum Abbas Gəlüsəminin sonuncu filmidir. Abbas Gəlüsəminin çoxlu dostları bilirsiniz. Yaşaqda bir... Yes, yes, yes. Where's my friend's house? Məşhur filmidir. Abbas Gəlüsəmi həmçinin yazıda siz yazsaz ki, ölüm təhsələrində olan bir rejissor, yanında bir qadın tərlə eylən, gəncimlə bağlı, həmin rejissor... Onu Bahar İmansın. Bahar, gəncliyim. Hər bir insan inşa oluna bilən bir varlıqdır. Bu təməl bir qanun. Yəni hər bir insan yeni dəyişə bilər, inşa oluna bilər, özünü yenidən yığa bilər. O da bir kəpinə, var kəpinə dəqiq edir. Keçək Türklərin Bakı məsələsinə. Burada deyib gedəcəyimiz nöqtələrin. Ümumiyyətlə dedik ki, hər bir insan inşa oluna bilən bir varlıqdır. Normalda insan 18 yaşa kimi formalaşdırılır. İlk 7 yaş bizim şəxsiyyətimizin tam formalaşdığı dövrlərdə, xüsusən 5 yaşa qədər valideyn uşağın münasibəti, uşağın aldığı 5 yaş travmaları, zigmundiyet bunları çox önəmli qeyd edildi. Çox önəmli olur həyatımızda. Ona görə deyilir ki, 7 yaşa qədər uşaq istədiyi hər şey eləməlidir. İçində heç bir duyğunu ehtirası sıxışdırmamalıdır. 7 yaşdan 18 yaşa qədər isə tərbiyə dövrüdür. Yəni biz uşağımızı 7 yaşdan 18 yaşa qədər normal şəkildə necə düzgün formalaşa biləcək, bunları öyrədəcək. 18 yaşdan sonra isə artıq siz öyrədilmiş həmin xüsusiyyətlərlə həyata davam edirsiniz. Hansı travmalarınız varsa, onlar sizinlə bir yerdə davam edir. 18 yaşdan sonra isə sadəcə siz buna dəyişə bilərsiniz. Bizim şuurumuzun 20 neçə faizi, bu dəyişir rəqəmlərə görə, üst şuurdur, üst şuur. 70 neçə faizi isə şuur altıdır. Bizim 18 yaşa kimi formalaşdırdığımız xüsusiyyətlər şuur altıdadır. Siz şuur üstü xüsusiyyətləri 20 yaşdan sonra, 18 yaşdan sonra formalaşdırırsınız. Və bir gün öyrəndiyi şeylərdə şuur üstündə formalaşdıracaqsınız. Və sizə bunu deyim ki, bizim həyatımızda şuur altı mı təsir edir, yoxsa şuur üstü mü? Bunun sualın cavabını sizdən də soruşaq. Məsələn, şuur altı təsir edir, yoxsa şuur üstü? Məhəmməd? Şuur altı? Siz? Şuur altı bizə daha çox təsir edir, şuur üstü? Şuur altı, siz? Şiraltı duvara benzediyorum. Çünkü duvar bizim şiraltı için de ben Önəmli bir sual verirəm sizə. Düşünün ki, bir qatar gəlir. Qatarın yanına yaxın bir qohumunuzu bağlayıblar, bir də 15 nəfər bir insanı bağlayıblar. Sizin iki seçiminiz var. Ya yaxın qohumunuzu xilas edəcəksiniz, ya da 15 nəfəri xilas edəcəksiniz. Şuuraltınız yaxın qohumunuzu xilas etməyi istəyəcək sizdən. Çünki şuuraltı ola biz yaxınlarında daha çox bağlayır. Amma 20 yaşdan sonra öyrəndiyiniz dəyərlər isə o 15 nəfər insanı xilas etməyi istəyəcək sizdən. Və insanların 80%-i 15 nəfəri xilas edəcək. Çünki şuur üstündə biz bunu öyrənmişik. Düzdür, şuuraltı önəmlidir, şuuraltı bizi istiqamətləndirir, ehtiraslarımız hamısı orada formalaşır. Amma önəmli qərarları uşaqlar biz şuur üstü ilə formalaşdırırıq. Amma bir müddət sonra şuur üstü şuur altıya keçmir. Şuur üstündə aldığımız şeylər şuuraltıya Keçir, yəni yenə də şuur altı əsas olmur. Demirik burada şuuraltı əsas. Yoxsa yəni yenə də şuur altı əsas olur. Şuuraltı əsas olsun. Okay. Biz demirik şuuraltı əsas deyil. Demək istədiyimiz budur ki, önəmli qərarlarımız şuur üstünə verə bilir. Yəni həyatımızın dönüş nöqtələrini şuur üstünə verə bilir. Və burada sizə o mesaj çatdırırıq. Yəni hələ də gec deyil. Siz indi belə həyatınızı ciddi şəkildə dəyişdirə bilərsiniz. Biz 15 nəfəri xilas edə bildiksə, deməli həyatınızı önəmli addımlarınızı şuur üstü ilə ata bilərsiniz. Hətta sizə bir maraqlı əhvalat danışım. Bir şagird olur. Müəllimin dərsini zəif oxuyur. Müəllimi də ona deyir ki, səndən heç nə olmayacaq. Yəni bu qədər müddət oxuyur, heç nə əldə edə bilmir, özü də peşman olur. Gəlir bir gün yağışın altında bir damın yanında oturur. Və gözündə bir səhnə canlanır. Görür ki, bir damdan damızlayan yağış damlası bir daşın üstünə tökülür. Və o qədər daşın üstünə tökülür, uzun illər ərzində yağış daşın üstünə tökülür ki, artıq həmin daşda iz yaratır. Həmin şagird bunu əyləşmir. Həmin şagird orada bir şeyin fərqinə varır. Özü qeydlərində yazır ki, gördüm ki, uzun müddət oradan damcılanan yağış damcısı, uzun müddət təkrar ilə damcılayıb daşda hiss ala bilibsə, deməli, mən də üzərində çox çalışsam və çabalasam özümü dəyişdirə bilərəm. O, bu hadisədən sonra dövrünün ən məşhur alimlərdən birinə çevrilir. Deməli, biz nəyə burada əmin olduq? Artıq şəxsiyyətimizi dəyişdirə bilərik, bunun üçün əzmkarlıq lazımdır. Birinci addım mütlərin batışıdır. Yəni, qəlbimizdə bizə formalaşdırılmış saxta şəxsiyyətləri sındırmalıyıq. Çox önəmli məqamdır bu. Və burada nələr var? Filmlər, reklamlar, marketing, modellər, musiqilər, kitablar, siyasət və saxta obrazlar. Bir-iki filmlərlə edirik. Sistem bizi istədiyi obraza çevirmək üçün bizlərə filmlər izlədir. Yalı çapqından tutun, eşrət rüyaya kimi. Hamısı sistemin hədəflədiyi
və bizi istədiyi obraza salmaq üçün bizə yeritdiyi filmlərdir. Məsələn, Əşrəf Rüyanı götürək, izləyənlər varsa əlini qaldırsınlar. Əşrəf Rüyan filmi, serialını, maşallah. Qardaşımız da izləyir. Deməli, orada belə bir məsələ var, bir mafiyadır. Və bu mafiya yetimləri qoruyur, yetim uşaqları müdafiə edir, haqqın tərəfində durur. Mafiyanın başına duran obraz sevgisinə çox sadiq obrazdır. Qadınların arzuladığı kişi tipidir. Məsələ burasındadır ki, mafiyanın başındadır. Və çox rahat başa düşür ki, bu filmi maliyyələşdirən Türkiyədə sistem mafiyadır. Mafiya gəncləri özünə çəkmək üçün kütləvi şəkildə maliyyə buraxır və belə bir film ortaya çıxır. Hətta sizə deyim ki, Türkiyənin ən bahalı filmidir. Amma biz izləyici olaraq nəyə düşünürük? Tək. Yəni, demək istədiyim odur ki, işin bir səhnə arxası var, bir də səhnə önü var. Səhnə önünü görənlər külələşirlər, səhnə arxasını görənlər o sistem tələsindən çıxmalı, bacarı, müstəqil şəxsiyyət olurlar. Filmlərdə həmişə ilk atdıqları addım bizə obrazlar təqdim etməkdir. Çünki biz obrazı izlədiyimiz zaman, obraz uğur əldə edəndə biz şuuraltımızda özümüzü həmin obrazla bərabər səviyyəyə getiririk. Ya da ki, obrazı özümüz güləşdiririk, obrazı bənzəməyə çalışırıq. Məsələn, atam Bruce Lee-nin filmlərini çox xoşlayardı, uşaqlıqda biz Bruce Lee-ni çox izləyərdik. Amma Bruce Lee serialını ya da Cəkizanı izləyəndən sonra düşərdim həyatda öz üçün məşq edirdim, onun kimi iman hərəkətləri edərdim. Çünki şuuraltıdır, uşaq şuuraltısı tez uyğunlaşır, şuuraltında onu özünə uyğunlaşdırardım. Bu sizdə də belədir. Buyurun, gəl. Gəlin, kənarda da yerimiz var, qabaqda da yerimiz var. Cəzanısından keçin. Hə, davam edək. Diqqətli toparlayırıq. Deməli, dedik ki, filmdə baş obrazları bizə təqdim edilir və biz özümüz həmin obrazları özümüzdə eyniləşdiririk. Nəticədə bilirsiniz ki, nə başlayır, dostlar? Həmin obrazlar nəyi istifadə edirsə, onu istifadə etməyə çalışır. Nəyə geyinirsə, onu geyinməyə çalışır. Məsələn, bu il Əşrəf Rüya serialı Samsung şirkəti ilə müqavilə bağlıdır. Əşrəfin istifadə etdiyi telefon iPhone deyil, Samsungdur. Çünki Samsung şirkəti satışlarını artırmaq üçün kütləvi şəkildə onlara maliyyə dəstək verir. Və biz o telefonu görəndə şuuraltı olaraq biz də o telefonu istifadə etməyə çalışırıq. Onların geyindiyi bütün paltarlar marka paltarlardır və müxtəlif paltar şirkətləri onların müqavilə imzalayır. O paltarı geyindiyinə görə onlara kütləvi şəkildə pul verirlər. Niyə? Çünki bizə o paltarları satsınlar deyə. Biz orada nə görürük? Pərəstiş etdiyimiz gücü görürük, pərəstiş etdiyimiz sevgini görürük. Amma işin pərdə arxasında biznes yatır, pul yatır, yatırım yatır. Həmin obrazlara özümüzü oxşatmağa çalışır və başqa bizə vurduğu yara bilirsinizmi nədir? Obrazlar ən gözəl obrazlar seçilir. Məsələn, Türkiyənin ən yaraşıqlı kişi aktörü, Türkiyənin ən gözəl qadın aktörü. Və biz yenə də onlara bənzəməyə çalışırıq. O qadınlara bənzəmək üçün nə qədər pul xərcləyən qadınlar var. Onların geydiyi paltarı geyinmək üçün nə qədər uğruna mübarizə aparan qadınlar var. Fitness məşqlərinə gedən qadınlar var. Bunların hamısı puldur, dostlar. Yəni, bu seçilən aktyorlar, seçilən hədəflər süni şəkildə bilə-bilə seçilən hədəflərdir. Bunu bir tərəfə qoyaq. Digər tərəfdən, Türkiyə serialları izləsəz görərsiniz, əksər seriallarda belə bir səhnə var. Bir prenses oğlan var, saraylarda yaşayır. Gəlir, kasıb bir qızı sevir. Kasıb bir qız oradan çəkib saraya aparmağa çalışır. Sizcə, niyə bu qədər serialda eyni senari təkrarlanır? Bu da sistemin bir tərəsidir, dostlar. Çünki sistem bizə xanımların şurasını yeritməyə çalışır ki, sən də belə bir obrazı arzulamalısan. Sən də şahzadən gələcək, səni bu problemin həyatının içindən, maddi problemin olan həyatın içindən çıxaracaq və səni varlıqlı bir ailəyə aparacaq. Amma Türklərin belə bir sözü var, davul belə dəngi-dənginə. Biz bilirik ki, zənginlərdə belə bir qayda var. Oğlan zəngindirsə, sən zəngin bir qızla evlənməlisən. Sonra da bizim kanalda böyle məntiqi sevgi. Məntiqi Mantıqlı evlilik. Nikah, siz dediniz o. Buyurun. Mən bir şey daha vermək istəyirəm ki, bu təkcə qadınları təsvir eləmək üçün. Bəzi fikir bilən siz belə deyilmi? Aferin. Buyurun, devam edin. Bu həm də kişilərə təsir edir, onlara da necə bir kişi obraz yaratmalılar ki, qadınlar onların da özünə kompleksləri hiss etmələrine səbəb olur. Çox gözəl olurlar. O daha çox faktordur. Arada qalmışıq dostlar. Obrazlar. Bəli. Hətta işte belə bir sual verim. İradə olanlar var şimdi gəldiniz sizə kimi. Mesela iradə tənqidi olan var. Mən bir dənə iradımı haqqında Deyin, narahat olmayın. Mən bu arada sizdən həmkarlar əslində mən biologiya müəllimiyəm. Sorun.
Deməli, mən onu bildirmək istəyirəm ki, həm psixologiya, həm də biologiya ilə maraqlandığım üçün şuuraltı ümumiyyətlə konsepti biraz mübahisəli mövzudur. Yəni Qəbul etməyən psixoloqlar da var. Hayır, bu qəbul etməyən psixoloqlar da var. Məsələn üçün o bayaq nümunə verdiyiniz o Bruce Lee filmləri baxıb təkrarlamaq məsələ bu beyindəki ayrılan neyronları ilə bir zəmin deyil. Və yəni ki, bu biraz mübahisəlidir. Onu vurgulamaq istəyirəm. Tam olaraq hər şeyi şuur altına bağlamaq da bir yerdə düzgün deyil. Düzdür, şuur altında olduğunu yəni qəbul edən çox əsaslı alimlər var, amma yenə də mübahisəli. Siz 20-ci əsr əvvəlində daha çox Karl Popper o fikri biraz sürmüşdü. Elm aləmində Freud'un fikirlərini alt-üst eləmək üçün belə bir fikirlər sürmüşdü ki, təsdiq onu bilməyəcəm, elm deyil. Amma müasir psixologiyanın 80% onu qəbul edir. Mən özüm də öz üzərində yuxular haqqında tədqiqatlar aparmışam. Görmüşəm ki, həqiqətən də deyilənlərin çox fazla doğrudur. Dolayısıyla şuuraltı adını verməyək, amma şuurumuzun bilinməyən tərəfləri var, belə deyil. Söz adlandırılır. Bəli, biz onu şuuraltı adlandırırıq. Freud'un yanaşmalarını sonradan davamçısı olan, yəni davamçısı deyil, yəni Jung onun, hətta onların ikisinin buna baxışları belə fərqli. Təlimin sonunda zaten sualcaq təsirində onların hamısını müzakirə edəcəyik sizinlə. Hə, qalmışdı bu hissədə ki, saraydan oğlan gəlir, qızı aparır saraya və türklərdə belə bir söz var, davul bilə dəngi-dənginə. Yəni, əgər sənin varlıqlı ailədənsənsə, atan heç icazə verməyəcək, sən gedib kasıb və yaxud da ki, soyu nəsli tanınmayan bir ailədən qız alasın. Bu, bütün zəngin ailələrdə bir tabudur. Hətta dəli əsərində, İsmail Şıxın dəli əsərində Cahandar Ağa'nın oğlu Şamxal gedir, çox kasıb bir qızla evlənir. Cahandar Ağa onu hətta övladlıqdan siləcək qədər əsərləşir. Ondan əlaqəsini kəsir. Çünki o istəyir ki, oğlu varlıqlı bir ailədən olan qızla evlənsin, dostlar. Ona görə də bu reallıqdır. Ona görə heç bir şahzadə gəlir sizi sevib, o zəngin, kasıb həyatdan çıxarıb zəngin həyatdan aparmayacaq. Maksimum sizdən istifadə edəcək bəyəndiyi üçün. Və bu tələyə düşməyək. Amma bu tələbi də niyə yeridirlər? Ona görə ki, siz qarşı tərəfdən bu gözləntilərdə olasınız və qarşı tərəf pul xərcləsin, həmin biznes şirkətləri, sahibkarlar sizin üzərinizdən pul qazansınlar. Bunlar filmin ötürdüyü saxta süni şəxsiyyət anlayışlarıdır. Başqa burada çox şey toxunmaq olar. Əşbir mən, buyurun. Sualım vardı. Buyurun. Məsələn, sizin bildirdiyiniz seriallar və ya kinoların hər birinin davamiyyəti və axırı eyni cür gedir. Yəni ki, mübarizə gedir, axırda insanlar xoşbəxt olur və orada bitir. Gərək bizə aşılanan hər şey bu həyatda çəkdiyimiz çətinliklərin axırda xoşbəxt olacaq. Sizin o bildirdiyiniz varlı ailələr, varlı insanların evlənməsini istəyir. Əslində buna doğru bir hipotez vardır ki, sizə hər şeyi verdikdə və yaxud istədiyiniz qədər varlığı, maşınları, ev, villa, hər şeyi verir, amma ki, adada qalacaqsınız, yalnız siz olacaqsınız. Başqa heç kimsə olmayacaq. İstəyirsiniz, xeyr bunun cavabı gəlir. Çünki insanlar göstəriş üçün olur, egolarını tatmin eləmək üçün. Və varlıların da istəyi budur. Bir-birlərinin varlığını, bir-birlərinin egosunu tatmin eləmək üçün istifadə. Aferin. Bence bu fikri sonunda müzakirə edəcək. Mənim bir dənə fikrim var. Bu filmin, ümumiyyətlə serialların birinci serialları başlanğıcda görüşdü. Son isə çox vaxt 99% evlilik olur da. Buradan sual yaranır ki, yəni evlilikdən sonra nədir? Yəni xoşbəxtlik pipi evlənməkdir. Yəni bu serialların bizə təqdim elədi. Məşhur Fransalı jurnalistin bir kitabı var. Bir evliliyin ömrü 3 ildir kitabıdır. Mən kitabı oxudum. Avropada belə bir anlayış var. Ümumiyyətlə, qərb filmləri qovuşana qədər olan o dövrü çəkilir. Türk seriallar da qovuşana qədər olan dövr haqqında mövzu ortaya qoyurlar. Yəni iki nəfər birini sevirsə, mübarizə aparırlar. Qovuşana qədər qovuşurlar, artıq ondan sonraki həyat yoxdur. Amma qərbdə belə bir anlayış var. Qovuşandan sonra ailələrin 90%-i 3 ildən sonra ayrılmaq başlayır. Burada fikrimi deyim. Reyting tutmur, artıq finala gəlməz. Finalda isə evliliyə bağlılar bitir. Yəni əksərən belə olur. Evlilik bitir. Amma şək filmlərini az... Yəni məqsəd evlənmək olmur. Konsepsiya belədir ki, son pik xoşbəxtçilik bu insanlar üçün evlilikdir. Evlilikdir. Amma evlilikdən sonra bir tənəzzül dövrü başlayır. Ona görə sizə məsləhət görürəm ki, şərq filmlərini izləyin. Məsələn, İraq filmləri var, İran filmləri var. Bunlar da film sektorunda son önəmli rol oynayır. Onlarda isə filmlər evlilikdən sonraki dövrü əhatə edir. Evlənəndən sonraki problemi deyil. Mən bir dənə nümunə verə bilərəm. Ayrılıq deyə bir film var, Separation gedir. O da çox qəşəng filmdir. Orada da ayrılıq, yəni boşanma müddətini göstərir bir insana və təxminən filmin belə vermək istədiyi mesajların budur ki, boşana biləcəyiniz insanla, yəni insan kimi ayrıla yollarınızı ayrı verəcəksiniz insanlardır. Bəli. Məsələn, şərq filmlərindən birində çox maraqlı bir mövzu var. Bir oğlan bir qızı sevir, amma bu oğlan başqa bir qızı da sevir. Onu sevən həmin qız ondan qarşılıq görmədiyi zaman çox üzülür.
Həmin qızda da çox gözəl xarici aurası olan xanımda deyil, təəssüf ki. Oğlan bu sevdiyi qız uğrunda, digər qız uğrunda çox mübarizə aparır. Qız da bir avara həyat yaşayır, içir, çəkir, bu dərəcə, yəni şəxsi hobiləri var. Oğlan hətta sanaya düşür, çox mübarizə aparır. Bu oğlanı sevən qız da bunları kənardan izləyir, daxilinə çoxlu istirablar keçirir. Hamısı da, yəni filmin sonunda sizə nə baş versə yaxşıdır. Həmin oğlan intihar edən bir dövrə gəlir və həmin onu sevən qız təcil yardım çağırıb, onu təcil yardımda xəstəxanaya aparır. Amma oğlanı sevmədi, onu sevən qız, halbuki onu sevən qız. Oğlan qıza baxır, qıza orada bir söz deyir. Həqiqətən də artıq çox böyümüsən. Ruhən orada həmin qadının böyüməsi prinsipi var. Hər qız təcil yardım çağırılmazlıqda qisas prinsipinin həmin oğlanın orada saxlıq ölməsini istəyə bilərdi. Həmin oğlanın orada çox böyümüsən deməsi filmin bütün ideyasını təşkil edir. Adını siz yazarsınız, biz sizə deyərik. Əli Məlik, bu filmin sonuydu da. Evet. Bir versiyada ikisi ilə də evlənir də. Elə bir hadisə başqa bir. Buyurun, devam edin. Filmlər məsələsini bir şey o vermək istədim. Səhv xatırlamıramsa, həmin kitabın adı Evliliyin yox, məhəbbətin ömrü 3 il olmalıdır. Yazıda Frederik Beckwith deyil. 3 il falan əvvəl oxumuşdum. Bir də nəyə toxunmaq istəyirəm, o biz deyirik ki, şərq deyəndə də əsasən biraz yaxın şərq kimi gedir. Sinə falan aid şamil olunmuşdur uşaqlar. Bunlarda filmlərin daha çox deyir ki, evlilikdən sonra məhəbbət deyil. Əslində belə baxanda heç evlilikdən əvvəli də o qədər də əhatə edici bir şey yoxdur. Çünki orada daha çox belə deyək, dinin baskısı var deyə, məsələn, Avropa, Amerikada qərb mədəniyyətində ona rahat baxırlar. Yəni, qızla oğlan evlənənə qədər məktəb dövrü olsun, universitet dövrü olsun, ya universitetdən sonra iş həyatında bunlar bir yerdə barada gedirlər, fərqli şəhərlərdə gedə bilərlər. Hətta evlənmədən belə bir evin içində yaşayabilirlər. Yəni, mən demək istədim ki, şərqdə istəsələr belə heç o filmi çəkə bilməyəcəklər. Çünki insanlar orada özlərini görə bilməzlər axı. Yəni, İran, İraq, Suriya bu hissələrdə həmin o evliliyə qədər heç nə yoxdur. Onu göstərməyə də bir şey yoxdur. Bu köynə ağdır. Tezəsiz. Bu köynə ağdır məsələn və bu ağ köynəyin baxımcısı çox rahatdır. Adilə məsələn 2 gün davamlı geyinsə köynə qaralacaq. Ağ leşə götür, amma qarada bilinmir. Amma qara rəng olsa mən onu bir həftə geyinə bilərəm. Qara rəng qərb mədəniyyətini təmsil edir qısa şəkildə. Onun artıq batmış bir şeyin dəyərləri olmur. Dəyərləri olmayan bir şey üçün bir şeylər önəmli deyil. Bəli, məsələn orada 3-4 ay sonra münasibətlər dəyişəcək, başqa bir münasibətə kesib baş verəcək və hansı intihar hadisələrdə Hollanda istəsələrdə baş verir. Çünki bir şeylərin ideyası yoxdur, hədəf olunur və ona görə insan ölmək istəyir. Bu özü toxunacaq. Arzuları yoxdur insan. Arzuları yoxdur insan. Bəli, bəli. Bu arada sizə də bir şey deyim, biz özümüz sual-cavab şəklində bunu keçirmək istəyirik ki, sizdə mənizi öldürək. Çalışan suallar verin, bir adlarınızı bildirin. İnan ki, burada bildirdiyiniz bir ad şəxsiyyətinizə çox önəmli bir xüsusiyyət formalaşdıracaq. Şimdi davam edin. Filmlər məsələsində bir də əlavə etmək istəyirdim. Biz filmlərə baxanda, insanlar filmlərə baxanda, oradan götürdüyü birinci obrazlaşma zahiri obrazlaşma. Nümrət deyim, Oppenheimer 2023-də çıxmışdı. 23-də. Oppenheimer bu qədər çıxanda dostumla bilet aldı, getdi içərisində IMAX-ə. Popcorn aldıq, eksploatla qaldırıq. Ayağımıza atanda bir anlık dayandım, şok oldu. Karşı tarafta 20 nəfər oğlan, 20 nəfər qız. Oppenheimer geyimdə geyinən oğlanlardı. Sanki eyni bir zavoddan istəsə olurdular. Geyim tərzi, saç tərzi, kostyumlara her şey eynidir. Kızlar da Barbie tərzində geyinib, pozu, saçları sarı, ayakkabıları topu, çok qəribə bir tipində. Son zəngili. Yox, bütünə baxma gəlmişlər, sadəcə bir konflikt var. Baxdım belə bir anlık donub qalmış ki, bu insanlar bunu niyə edir? Sonra bu qədər müasir təbiqat aparatı məlum oldu ki, bir insana gəlib özünü bir obraza bənzətmək istəyirsə, birinci onun zahiri xüsusiyyətlərini özünə getirir. Niyə? Bir obraz bizə ona görə maraqlı gəlir ki, obrazın daxili xüsusiyyətləri idealdır. Məsələn, Eşref Rüyada Eşrefin bir obrazı vardı. İnatkar, qəzəbli, sözünü deyən, nə bilim, bu bənzər bir kişiyə sərt xarakteri malik olan obrazlardır. Səndə bu obraz yoxdur, səni düzcəsən. Özünü ona oxşatmaq üçün neynəməlisən? Birinci pasyon geyinməlisən, qara geyinməlisən, saçını çərtləməlisən, böyle bıq saxlamalısan, amma için boşdur. Zahirin onu oxşadanda qarşı tərəf sənə baxır ki, sən də fikirləşsən, bəlkə o mənə baxanda onu xatırlayacaq və düşünəcək ki, mən də onun kimiyim. Yəni, əslində o hədəf, məqsəd budur. Hətta Azərbaycanda başda bir nəfər bazı bir oğlan Thomas Shelby paltarını giyirdi, tapanca ilə vurdu kimisi.
Niye? Çünkü ben ona benzer, ben ondan anlamaya çalışıyorum. Mecburen özünün zahiri, yani ilişkin edebileceği şey oldu ki zahiri orijinalizasyonu. Hatta yani nişanlarım hatta tapıcı 2000'lerin əvvəlindən alan ünvanlarlar ki, o arası çox məşhur idi. Amma da hər kəs özünü onlara bənzətməyə çalışır və oradakı Aziz oldu. Çalışsın, İndi kimlərə davam ediyorsunuz? Müəllim, bir dənə də mənim fikrim var idi. Bu, siz dediniz ki, əsasən insanlar obrazdan götürürlər, yansıma istəyirlər. Doğrusu, onda belə sıxır ki, belə deyək də, ümumən bəşər cılız vəziyyətdə qalıb da, əgər ancaq obrazlardan götürürsən, emosional olaraq böhrandar Biz da. iki məsələ var. Bir şəxsiyyət məsələsi var. Bir də obraz. Şəxsiyyətlə obraz tam fərqli bir şey. Biz obrazı dayanışırıq çünki birinci işimiz bütlərin batışıdır. Evə qonaq gələndə birinci nə edirik? Evi təmizləyik. Yəni bizim də iki məsəlimiz biz evləri təmizləyirik. Obrazları tam kənara qoyuruq. Artıq tam kənara qoyulmuş bir insan təzə material, təmiz bir material götürüb və başlayır inşaatda sana bir şəxsiyyətlə bir material. Şəxsiyyət. Bu haqda Mustafa sizə iki dənə önəmli məsələ deyəcəm və əminəm ki, ikisi də işləmişsiniz. Marketing və reklam siyasəti haqqında. Amerikada üzük şirkətləri, yəni üzü istehsal edən, boyunbağı istehsal edən şirkətlər satışdan artırmaq üçün belə bir siyasətə aldılar. Onlar gəlib Hollywood şirkətlərinin müqavilə imzaladılar Hollywoodla. Dedilər ki, siz bizim bu satdığımız üzükləri reklam eləsəz, biz sizə qarşılığında müəyyən qədər pul verəcəyik. Ondan sonra isə Hollywoodun filmlərində belə bir səhnənin şahidi oldu. Oğlan qızı istəyirsə, onu almalı istəyirsə, onu üzüyə almalıdır, biz üstə çəkib üzüyü təqdim eləməlidir. Qız üzüyü bəyənsə, ona hə deyəcək, bəyənməsə yox deyəcək. Tom Jerry filmində də o səhnə var. Bəli. Tom Jerry filmində Tom sevdiyi kişi üçün üzüyü alır. Gözəl üzüyü olmur. Amma digər qara kişi daha yaxşı bir üzüyü gətirir. Bəli, uşaqlar onu başa düşmürlər, amma arkada sistemin bir siyasəti var. Uşaq şuuraltısına bunu yerləşdirmək istəyir. Qazanan kim olur? Şirkətlər pul. Yəni düşünün ki, biz insan olaraq həmin pulların üstündə bizim üstümüzdə pullar yığılır, pullar qazanılır. Başqa bir şey istədiyim, 20-ci əsrdə Avropada qadınların siqaret çəkməsi tabu idi, qəbul olunmurdu. Sadəcə kişilər siqaret çəkirlərdi. Necə ki, günümüzün tabuları var, qadağaları var. Siqaret şirkətlərdə buna kar əldə edə bilmirdilər. Və ortaya bir iddia atmaq lazım idi. Şirkətlər bizdə Səhv eləmirəmsə, hamiləliyə müsbət təsir edir. başqa bir şeylər var. Bir dəstə qadın pul qarşılığında model qadınları küçəyə buraxdılar. Heç kimə demədilər və o qadınlar küçədə inqilab keçirməlidirlər. Aksiya keçirməlidirlər. Qadınlar küçəyə çıxdılar və üst paltalarını soyunub, siqaretlərini götürdülər, damağına qoydular, qazetlər fotoaparata şəkil çəkdilər və bütün Avropada həmin qəzetlər çap olundu. Qəzetin başlığı da belə idi, qadınların azadlığı hərəkəti. Ondan sonra Avropada qadınlar siqaret çəkməyə başladı. Qazanan kim oldu? Şirkətlər. Amma qəzetə oxuyanlar da başa düşdülər, halaldır, qadınlar azadlıq hərəkəti. Müəllim, bir dənə də o həmin mövzu Amerikada olmuşdu. Bu, bilməm, eşitmişsiniz, Edward Bernays, propagandanın atası deyirlər ona. O da başqa cür eləmişdi. Deməli, feminizm hərəkəti çox yayılmışdı hardasa. Başlarda 60-cı illərdə zaten. Səhv eləmirəmsə o vaxt eləmişdi. O nə etmişdi? Qadın cins şalvarı geymişdi. Kişi kimi o Amerikada çox məşhurdur. Cins bir də o poloskalı sarıçka. Bir də siqaret. Qadınlar bərabər olmalıdırlar və qadınlar başladılar 40% artmağa siqaret çəkməyə. Bu da son maraqlı bir məsələdir. Bu arada sizə bir şey də deyək ki, mövzuda çox qadın adı şəkildə və düşünəcəksiniz ki, biz qadın əməklə fikir verirsiniz. Sembolik qadınlar. Sizə bir şey demək istəyirəm. Bu da reklam. Günümüzdə əksər təbliğatlar qadınlar üzərinə gedir. Marketlərə tələb olunan satıcılar xanım satıcılar olmalıdır. Paltar dükanlarına tələb olunan satıcılar xanım satıcılar olmalıdır. Çünki satıcı reklamlarda da görürsünüz sözündən. Bəli, reklamlarda görürsünüz xanım satıcı tələb olunur. Niyə? Qadın bədənini Qadın bədənində reklamlar Şəkil də istəyirlər. Yəni şəkil. Bəli, xanımlar olaraq çox yaxşı başa düşərsiniz mövzunu. Ona görə də problemimiz zaten budur. Çünki kişilərin ən zəif nöqtəsi kimdir? Özü. Qadınlar. Ona görə də mövzu olaraq qadınlardan çox danışırıq. Çünki heç kim istəməz ki, qadın bir adət olsun. Qadının daxilində olan potensial kişidən güclü olsunlar. Bu psixoloji tədqiqatlar da bunu sübut edir. Çünki qadının emosional bacarığı güclüdür. Kişi faktlarla işləyirsə, qadın dərinə inə bilir. Çünki onda ana olmaq potensialı var. Və təəssüf ki, bunun günümüzdə çox istifadə olunur. Və filmlər də bunun başında duran əsas vasitələrdə bununla da qazanan şey reklamlardır. Bax, təşkil fikriniz varsa... Olan məsələsi elədir ki, hal-hazırda marketinqin təməl bir prinsip ehtiyac üzərində dayanır. Yəni siz bir şeyi o vaxt alırsınız ki,
sizdə ona qarşı bir maraq və ehtiyac var. Məsələn, nə vaxt aralama dərmanından istifadə edirik? Kök olanda. Biz kökəlmə dərmanlarından nə vaxt istifadə edirik? Arıq olanda. Marketingdə də bir prinsip var. Sən bir pisin kütlənin qabağına əvvəl bir problem yaradırsan. Məsələn, başlamasan kökəlmənin ziyanlarından, kökəlmə pisdir, sənin xarici görüşün pisdir, belə görünməsən falan. Və məsələn, açısından meta-açısından belə bir xüsusiyyət var. 20 min nəfər adamın qabağını çıxardığım bir reklamlar. Yəni də həmin 20 min kütlənin qabağına başqa bir reklamda çıxartıyorsan. Birinci məsələn, qabağına çıxarıb belə bir reklam ki, arıq olmaq çox pisdir. Zaten kompleks yaradılır. Eynən, kompleks yaradılır və qurd başlayır inkişaf etməyə. Sonra eyni reklam şirkəti başlayır məsələn kökəlməkdə bir dərman paylaşmalıdır. Sizə sıxışı bir dərman verir, bir həftə kökələcək ispat işdir. Mesela bir tane düşünüyorum. Ben ekonomi görüşü çalışmışım. Bir de çok pozitif başlıyorum. Instagram'da görmüştüm. Aslında bedeninizde olan kusurlardan narahatsınız. Hiç narahat olmaya değmez. Çünkü biz sizin şartlarımızı lazerden bir yok hayırlar. Demek bunu komplekslerime ihtiyaç yok. Ondan sonra aslında düşün çok büyük problemdir ve gel sen onu halleyin. Yani onun məhsulu birinci pozitif başlıyor. Bu terapöt metodu. Ama heç vaxt deməz ki, olmaq üçün kompleks olmamalı. Evet. Məsələ isə yalnız orada deyil. Məsələn, yanıma gəlib 2018 ildə sektor Victoria'nın Doğu'nun şəhərə var reklamları gedirdi Hindistanda. Adamlar birbaşa irsilik təbliğ edirdi. Bir də ki, dərin rəngi qara olması, tünd olması pis bir şeydir. Və Hindistan cəmaatı da əksəriyyəti daha tünd rəngli insanlar. Yəni qaralar yaratmışdır. O bu insanlar şey yaratmış, narahatçılığı yaratmışdır ki, ayda biz rəngimizi adəm verəmirik. Bir kosmetik vasitələrdən, dərmanlardan istifadə edirlər. Və 2019-da Hindistanda böyük bir hərəkət başladı. Etiraz hərəkəti ki, biz fərqliyik deyənə bizi bu marketing adını şey eləmək Allah kimi istifadə edilməsi, bunu isə proqram edilməsi. Nəticə olaraq bu doğru reklamı Hindistan'da satışlı qadağalar. Çox böyle şeyler var. Mesela neçə nəfər iPhone istifadə edir? iPhone? iPhone. O qədər gözləyəm. iPhone. Az. Çox eşitmə nə edir? Neçə nəfər iPhone istifadə edir? Görürsən? Allah kimi. Samsung Samsung desem çok. iPhone Samsung məsələsi düşdü oraya. Seninlə pozulmuş. Kızım. Mesela iPhone'un satış bir prensibi var. Steve Jobs mənə görə çox ağır bir adamdır. Yəni bu adamın həyatını, yazdığı çox həyatı yazmışam. Adam belə bir metodu var. Nə, niyə və necə? Üstəmə qanun var. Əgər siz bir şeyi almaq istəyirsinizsə və onu istifadə etmək istəyirsinizsə, bu üç suala cavab tapmalısınız. Baxın, çox həssas bir məsələ. Burada tasdik ola göstərir. Birinci təməl məsələ budur ki, şuurun birinci mərhələsi niyə üzrünü qurur? Sizə bir niyə verilməlidir ki, o sizə maraq yatsın. Daha sonra o niyenin nə olması sizə maraqlanır və nəyin necə olması. Bunu iPhone üzərində quraq da. Məsələn, iPhone-un logosu, Apple logosu nədir? Alınmadır, dişləmə. Nəyin simvolu bilirsiniz? Əslində nəzəriyyələr fərqlidir. Biri deyirlər ki, o dişlənmiş almadır, biri deyirlər ki, o cənnətdən qovulmadır. Siriyan almadır, bir də deyirlər ki... Hətta onun filmində qəşəng orada şeydir. Newton'un başında. Bir də Newton baxır. Əslində olan məsələ şeydir. Məhz Adəmin intellekti olmasıdır. Çünki bir də qədər yandan baxanda yaradan şəxsin simvoludur gəlir. Amma müəllim, o əgər nəzəriyyə olmasa da əslində reallıq əks edir. Həqiqətən də belədir. Yox, məsələ bilirsiniz, Steve Jobs özü Hindistan'da təhsil olunur. Universitetdə saxlayıb burada iştirak edir, kutlaların yanında. Məhz ona görə daha çox ehtimal edir ki, o fikri dəstəkliyor. Məsələn nədir? iPhone-un ümumiyyətlə Apple-ın təbəb bir prinsipi var. Biz dünyanı dəyişdirməliyik. Yəni bizim məqsədimiz dünyanı dəyişdirməliyik. Əgər bir fikrin daxilində utopiya dayanmırsa, insanlar heç vaxt utopiyanı seçmək istəməz, başqa bir fikri seçmək istəməz. Məsələn, niyə dünyada iPhone-un nisbətən digər telefon satışları daha aşağıdır? Hətta məsələn, iPhone dövründə başqa böyük şirkətlər var. Nokia batdı. Səbəb oldu ki, nişanında mütləq iPhone gətirmək lazım. Bunu da hər kəs bilir. Səbəb oldu ki, Nokia'nın niyəsi yox idi. Simons'un keçirdiyi çıxış var, çox peşəmin çıxış var, baxasınız. Deməli, biz təbəl bir niyyət sualını ortaya qoymaq ki, insanlar çıxın maraqlı olsun. Mən sizə bir hadisə danışıram. Keçən il Harvardda olan bir danışımla biz görüş təşkil əməkdaşlıq barəsi danışırıq. O dedim, bəlkə görməklə deyəsən. Bir saata yaxın söhbət edirdik, danışırıq. Axırda adam mən bu sualı Ələkbər, sən bu işi nəyə görmək istəyirsən? Ona dedim ki, mən bu işi falan işəyə görə görmək istəyirəm. Məsələn, düz niyyəsini deyilməyəsən, biraz sekretdir. Dedim ki, məsələn, biz dünyanı dəyişmək istəyirik
3 saniye dayandı, mən baxdım, sonra başına gülmə deyil yaxşı. Niyə? Çünki olsun maraqlı idi, səbəb vardı. Bəli. O eləmək istəyirdi. Amma bizdə nə edirlər? Məsələn, ümumiyyətlə, innovasiya dünyasında da, satışda da, hər şeydə insanlar birinci nəyə fokuslandır? Nəyi yaşayır? Və bura. Amma heç kim sual vermir ki, niyə bura? Amma reklam şirkətləri nəyə fokuslanırlar? Niyə fokuslanırlar? Ona görə insanlar onun niyə almağını bilir. Buyurun. Əksər hallarda ümumiyyətlə ən yaxşı yolu qarşı tərəfə necə özünü özəl, tək, yeganə hiss etdirə bilərsən. Çünki heç iPhone gibi var. Çünki alınan puldayan, demək mən bizdə istisnayam. Hətta baha deyil, bizdə bahadır. Köprü məsələni ki, Yəni, normalda ölkələr üçün ucuzdur. Yəni, məsəl üçün iPhone bir ideya ki, məsəl üçün iPhone bir brend olmaqdan çıxılır, bir ideyadır da. Yəni, insanlar ki, sən kasıb, sən Samsung işləyirsən, mən iPhone. Yəni, biraz belə bir yerə gəl var. Yəni, bir telefon olmaqdan çıxır yəni. Yəni, bütün hər şey məhsulu ideyanı bu şəkildə satmaq olur. Yəni, özəl hissetdir. Hətta başqa telefonlar iPhone özünə oxşadılar ki, təş saxlasınlar. Samsung görürsünüz axırınız var. Konkret iPhone oxşayır. iPhone Samsung oxşayır, əfsuslar olsun. Type-C keçdilər, iPhone deyil. Onun məsələn bir nümunə iPhone üzərində iPhone niyəni qoydu. Bu produktu niyə yarattığını qoydu ortaya. Sonra gətirdi niyə yarattı? Telefon yarattı. iPhone-un ilk yaratdığı şey mesela kompüterdə sorun çıxmıyor. Niyə yaratdı telefonu? Buna görə ki, səbəb vardı da telefon yarattı. Sonra bir də onun dizaynına baxın. UX UI adlanan bir şey var. UX yəni user experience, istifadəçi təcrübəsinin rahat olduğu bir şeydir. Siz iPhone-u alanda əlimizə o ağırlığı hiss edirik. Bir bunun yumuşaqlığı, əliqəliyi. Bu biz nəyə qaynaqlanır? Steve Jobs'un haqqında biz araşdırırsınız, adam kaligrafiyanın dəlgisi idi. Kaligrafiya bizə nə deyir ondan? Xəttatlıq. Net şirkətində də, net şirkətində. Niyə? Çünki xəttatlığın bir incə icazı var. Bu adamlar onu iPhone-a köçürdülər. iPhone bunu reklam edəmirəm, iPhone olsa istifadə edəmirəm. Əslində o. Ümumiyyətlə bunu istifadə edəmirəm. Amma yenə də səbəb edirəm ki, məsələn, adamlar bunu istifadə edəndə bizə maraqlı deyil, biz onu almaq istəyirik. Dostlar, sizə problem yaratmır. İstəsəz yerinizi dəyişin, ya bu bir şey deyirəm, sözün yandıraz yəni. Mən bir şey deyirəm, indi mənim məsələn loqoda qaldı. Niyə alma olaraq? Adəmin cənnətdən qovulmasını təbliğ edir. Biz dünyanı dəyişərək cənnətə qayıtmaq. Məsələ burasında ki, bu Tövratda keçir. Kimsə ona görə alma yeməyə qoymurdu ki, əcəb alma isə biləcək. Və biləcək, yəni Tanrı səviyyəsinə qalxmış kimi bir olacaq. Üstün eləmiş olacaq. Yəni Tanrı ona görə, Tövratda keçir, Tanrı ona görə qoymurdu. Yəni biz də, yəni iPhone almaqda bir sistem Tanrı. Bu daha çıxmış. Dinliyə bak. Tamam ya dostlar. Kütləvi informasiya vasitələri, yəni Instagram, TikTok, Facebook. Biz Instagramda ən çox tanınan izlədiyən influencerlərdir. Kim Kardashian? Onu da elə söyləyək. İnfluencerlər bizə süni bir həyat təqdim edir. Biz niyə bunu sizə izah edirik? Çünki saxta idealları kütləyə sındırmalıyıq. Filmləri izah edirik. İndi kütləyə informasiya vasitələri influencerlərin həyatını izah edirik. Ya da saxlayaq ki, kamera qarşısına çıxan hər şey süniləşir. Süni obrazı sevilir. Və həmin influencerlərin həyatı siz təsəvvür etdiyiniz qədər belə full, mükəmməl həyat deyil. Birincisi olan çoxu maddi dəstək təmin olunan insanlardır. İkincisi də ki, onlar çox belə mükəmməl şəkildə xoşbəxt deyirlər. Mənim influencer tanışım çoxdur. Məsələn, elə biri var ki, görürsünüz, sosial şəbəkəsində həyat yoldaşının çox mükəmməl paylaşımları var. Düşünürdüm ki, həqiqətən çox xoşbəxtdir. Amma mənə bir şey dedi. Biz hər gün müqayisə edirik və ayrılmaq istəyirik. Bəs o şəkilləri nə paylaşırsınız? Çünki cəmiyyət görünməni tələb edir. Influencerlərin həyatı isə düşündüyünüz qədər mükəmməl deyil. Amma bizdə hormonlarımız var. Bunlardan ən təməli dopamindir. Dopamin zövq hormonudur. Məsələn, siz tutaq ki, oyun oynayırsınız. Oyunda müəyyən levelə çatandan sonra zövq alırsınız ki, mən bu qələbəni əldə elədim. Sonra dopamin sənə deyir ki, eyni zövqü almaq üçün daha yüksək levelə çatmalısın. Bu dopaminin mexanizmidir və oyunlarda ona görə level mərhələləri var. Və filmlərdə də həmin level mərhələləri olur. Məsələn, həmişə bölümün sonu necə bitir? Həyəcan verici bir hadisə ilə. Sən gözləyirsən ki, o hadisənin nəticəsində əlbəttə bölümdə ortaya çıxsın. Dopaminizlə oynayırlar. Sosial şəbəkədə reels videoları hamısı dopamin tələsidir. Bəli. Məsələn, biz reels videosu izləyirik və o reelsi neçə vermək istəyirik? Daha maraqlı şey qarşımıza çıxsın deyə dopamin. Ona görə də artıq araşdırmalar göstərir ki, ilk 5 saniyəsinə baxırıq reelsinin. Standart 5 saniyədir. Və burada belə bir məsələ baş verir. Dopamin asılılığı
Əgər ərazide baş verərsə, sizdə diqqət pozğunluğu yaradır. Artıq ondan sonra uzun müddətli filmləri izləyə bilməyəcəksiniz. Uzun müddətli kitabları oxuya bilməyəcəksiniz. Sıxıcı şeylərə baxmaqda çətinlik çəkəcəksiniz. Hətta mən müəlliməm şagirdlər gəldi ki, müəllim biz mətnləri işləyə bilmirik, oxuya bilmirik, səbrimiz çatmır. Niyə? Çünki sosial şəbəkədə gün ərzində yarım saatdan çox vaxt ayırırsan. Olmaz. Dopamin tələyə düşür və o diqqəti düzəltmək üçün sən uzun müddət sosial şəbəkədən uzaq qalmalısan və diqqəti fokuslamaq üçün çox sıxıcı şeylərə uzun müddət baxmalısan ki, bu tələnin içindən çıxasan. Və ona görə də hamısı o dopamin tələsidir və orada yəni sistemin çox mükəmməl psixoloqları var. Onlar kütlənin zəif nöqtələrini tapırlar. Çox professional şəkildə sizin üzərinizdə işləyir. Yəni bütün sistemin işi sizin üzərinizdən gedir və biz bunun fərqinə varmırıq. Məsələn, bunlardan xəbərdar olmayan insan nə deyir? Deyir ki, Instagram çox maraqlıdır. Mənim həyatım çox sıxıcıdır. Instagram baxanda rahatlıq tapıram. Reels'ə baxanda rahatlıq tapıram. Özdə sistemin ən böyük problemi nədir? Əvvəllər insanlar keyfiyyətə fokuslanırdılar. İndi isə keyfiyyətə, keyfiyyətə fokuslanırlar. Bu olmur sayına görə çox deməsən var mı? Video sayı. Video sayıları çox. Əli mənim sualım var idi bu dopaminlə əlaqədar. Bu əslində köklüyündə yaxşı bir şeydir. Çünki insan yaxşını arzulayırsa, yaxşı bir şeyə çata bilər də. Dopamin olmasa yaşaya bilməlidir. Yəni onu yaxşı mənada istifadə etmək var da. Bizdən pis mənada istifadə edilir. Axırda çıxış olmuyor. Deməli dostlar, demək nəymiş məsələ? Kütləvi informasiya vasitələrindən müəyyən qədər uzaq qalınır. Məsələn, müəllimə və şagirdlərimə plan qurmuşam. Onlar hər axşam, elə siniflərim var ki, hər axşam mənə telefonda istifadə etdiyi proqramları və neçə dəqiqə istifadə ediblərsə, onu screenshot-ı atırlar. Mən onlara günün sonunda mükafat verirəm ona görə. Və özüm nəzarət edirəm. Görürəm, məsələn, həmin şagird nə qədər Instagrama girib, nə qədər TikToka girib. Səhərdən izlətləmiş onlar hər şey bilirlər. Hatta sizdə dediyim şeydə daha çox şey onlara demişəm mən. Hər şey bilirlər. Günün sonunda onları mükafatlandıracaq ona görə. Çünki o sistem sizi bir müddət sonra köləyə çevirə bilər. Məsələn, mən 18 yaşına kimi Instagram, TikTok istifadə edəməmişim. Biz dedik axı şəxsən 18 yaşa qədər formalaşır. 18 yaşımdan sonra artıq mən sosial şəbəkə hesablarına başladım və Instagramda da 6 ay civarında mən fəaliyyət göstərirəm. Və indi artıq mən TikToka girib Reels videolarına baxmağa marağım yoxdur. Çünki 18 yaşına kimi belə bir tələyə düşməmişim. Instagram Reels videolarına baxmaq istəmirəm. Belə bir təvəz içindən gəlmir. Nə qədər mükəmməl şeylər paylaşılsa belə olmur. Mənə dedilər ki, müəllim, gecə saat 11-də siz Instagramdasınız, göy işarə yanır. Yəni ki, səhifənin dinamikasını istəyirəm. Səhifədə nə bilim, uyğun Reels videolarına baxmam ki, orada mənə götürüm səhifədə işləyim. Əsas məsələ buna görə olur. Buyurun. Aktivdə niyə bağlanmırsın? Aktivdə niyə bağlanmırsın? Aksır olmaz. Bir şey söyleyeyim. 11'də bağlan. Bir də 11'də bağlanırsa. Buyurun. Məncə ümumiyyətlə bu istər hansı digər bir sağlam həyatlar üçün olsun və məsəl üçün, bu təkcə kütləvi informasiya vasitələrinin başqa bir məqam üzərində izah edəcəm. Məsəl üçün, şəkər istifadəsi olsun, ya multifilmlərə baxmaq olsun. Bu adətən niyə insanlarda bu qədər böyük bir maraq edir və niyə hər kəs, uşaqlar ondan istifadə etməyə çalışır? Mənim bu, bilmirəm, tamamilə ki, şəxsi fikrimdir, amma mən düşünürəm ki, uşaq vaxtı valideynlər çox bunu belə mükafat olaraq təqdim ediblər ki, dərsi oxu, sənə şokolad verəcəm, 5 dəqiqə verəcəm, telefona baxarsan. Yaxud nə bilim, ev işlərini, otağı təmizlə qutar, sənin üçün qoyacam, multifilmə baxarsan. Yəni bunu bir şeyə nə qədər, yəni negativ şeyləri valideynlər nə qədər mükafat olaraq uşaqlara verirlərsə, gələcəkdə onlara özdə 30 sənə limitli hissədə verirlər. O da uşaqlar üçün, məsəl üçün mənim öz adımdan, məndə belə bir şey var ki, biz uşaq vaxtı çox snack deyirlər də, bu yeməyi qoymurdular. Məsələn, mən böyüyəndən öz qazancımı qazandıqdan sonra böyle bir şeye düşmüştüm ki, gedim hamısından yoxlayayım da, mən bunları yoxlayabilirim. Yəni, limitli və mükafat kimi verilirdi. Yəni, ona görə o valideynlərdən də biraz asılıdır ki, onu öyrəsinlər. Keçən il vaxt bir şey müsabaqımızda olmuşdu, Antalya'da haqqında. Bizim cəmiyyətdə olan insanlar həmişə fikirləşirlər ki, əgər mən övladımı təhsilə və ya öyrənməyə, şöyle vermək istəyirəmsə, mütləq bunun üçün bir hədəf qoymalıdır. Bunu elmliklə gamifikasiya edir, yəni onunla oyunlaşdırma. Sən edəcəksən, mükafatını alacaqsan. Məsələn, təhsil almadı uşaqlar. Təhsil alanda nə deyirlər? Bala oxu, qonşunun oxuda yaxşı oxu. Eynən. Yəni, nə isə onun müqayisə edir. Amma heç kim demək ki, bala oxu, bəlkə daha yaxşı şey. Bizim məsələn, ailədə elə deyirlər. Bala oxu, sən daha yaxşı adam ola bilərsən, sən prezident ola bilərsən, kişi ola bilərsən falan. İnsan üçün artıq bir çatacaq nihayət olur. Amma müqayisə edəndə insan nə olur? Alçalır, çökür, hamburq demək. Eynən. Mənim sualım vardı. İndi burada biraz ümumi başa düşürəm də. Misal üçün mən blogerəm də.
bloger reelsləri öyrənmək qəsdi ilə girsə necə? Onda bunu taxıla bilər fokus. Orada mən soruşuram. Çünki ümumi oldu ki, yəni bu pisdir də. Yəni. Yox, mən o şagirdlərlə mən sual verirəm. Bəs mən siz nə istifadə edirsiniz o şəkildən? Mən deyirəm ki, mən dünyanı xilas etməyə istifadə edirəm. Başlayaq. Dünya nizamı dəyişir. Yəni, bloger kimi istifadə edəcəksiniz, bir hədəfiniz varsa, iş ortamı üçün istifadə edirsiniz, məsələn, satırsınız, o problem yoxdur. Məsələ, baxmaq, baxmaq. Baxmanın hədəfi var. Amma baxmaq dopamin tələsidir. Yəni, dopaminə qapılmadısa, problem yoxdur. Snova. Biraz da baxmayın, biraz da Bir də Əliməli, bu oyunlardan dediniz, mən özüm oyun oynayanam. Orada, yəni əsasda belə oyunlar var, MMO, RPG. RPG-lər nədir? Sən belə də, 100 level'a qalxmalısan, əlində bat qılınc olmalıdır, hamını sağ-sol götürməlisən də. Orada əslində insan oturub fikirləşməlidir. Mən oyundakı personajı, belə deyək də, inkişaf elətdirməkdənsə, mən öz personajımı da, yəni şəxsiyyətimi formalaşdırım daha yaxşı olar. Biz gerçekten üç işlemişik. Hepsinde modu. Aklımıza birinci biz gamification işlemiştik. Sonra hem produktif insanlara satmışıq. Uşaq təsiri üniversitesinde. Çox həssas nöqtələr var. Məsələn, adicə gamifikasiya bir metod var. Sizə gəlir istəyirsinizsə insanları nəticə əldə edirsiniz, level tutmalısınız. Qabağa gedib, daha çox dokunum, o nəhəriyyət olmur. Ya da ki, çətin olsun. Çətin olur, yəni. Məsələn, sizə bir oyun deyim, Detroit, To Be Woman. Səbəb nə var? Nihayət var oyunda. Sən insan olmalısan, sən insan olmalısan, sən insan olmalısan. Bir də şəram, Elden Ring, çətin oyun. Çox maraqlıdır. Gamifikasiya metodlarını insan biləndə artıq sosial şəbəkəyə, hər şey baxış dəyişir ki, bu da sizə təməl edilir. Rewards, mükafat başqasını. Davam edək, çevrək. Burada qeyd edəcəyiniz başqa nöqtələr var. Məsələn, buyurun. Məsələn, siyasət məsələsində, Janna Dark işləməsində, Fransada, əsər demokrat qarşı bir adam olmuyor. O bir obrazdır. Həmin dövrdə Fransada mütəfəkkirlər tərəfindən yaradılmış bir obrazdır. Niyə? Fransa dağılırdı, məhv olurdu. Adamlar dedilər ki, gəlin bir obraz yaratır. Bu çox cəsur qadın olsun, çünki emosiya var və kişilərdə qeyrət hissi necə olsun, onlara qarşı olmaqdır. Və Janna Dark bir obraz yaratır. Gittim, ordunun məvhumu belədir, hamıya motivasiya verir, bir texnik sıxılansın. Və insanlar dedilər ki, belə bir qadın var, biz ayağa durmalıyıq, biz dözə bilməliyik. Əslində bir qadın obrazı yoxdur. Siyasətdə də obrazı bu qədər təsir edir. Musiqilərin özündə Ahmet Kayna hamırslanmışdır. Ahmet Kayna məsələn, yorğun demokrat adlı bir mahnısı var. Adam 19 yaşlı bir gənc oturub ona qulaq açanda özünü şəkilini istəyir, çubuğa verir. Siqaretini dağıtdı, sonra patlatdı. Biz dünyanı dağıtdıq, biz hər şey getirib çaldı. Niyə? Çünki dinlədiyin musiqi, fikir, səs səni ora qoyur, o obrazı halına salır. Sən həmin obrazı özünün formada hiss edirsən. Sən o marşlar var da, dinləyirik, daha həvəsə gəlir. Sən bir dönüm marşlara bəlkə çox təsir edir. Niyə? Bu yolları oyadır və bizi həmin obraz halına salır. Modellər haqqında ümumiyyətlə musiqi, sosial tələb. Mən musiqi haqqında özüm müddət araşdırma aparmışam. Biz adətən yanılmaq istəyirsiniz, belə şəkildə gedək, foto qəzalar. Deməli, musiqi sosial tələbdir. Mən musiqi haqqında araşdırmışam. Adətən, qədim dövrdə yaradıcı insanların sayı çox idi dostlar. Çünki insan tənha bir ortama düşəndə beynin funksiyaları var. Beyin şuuraltı şəkildə özünü yenidən qurmağa yönəliş yaradır. Yəni, məsələn, siz tənha olsanız, tək olsanız, Sigmund Freud deyir ki, insan başa öz haqqında düşünməyə, mən nəyi necə düzəldə bilərəm, təklikdə fikir verin, qoyduğunuz o xəyallar hamısını nənəsi düzəltməyə yönəlir. Çünki sizdən asılı deyil, beyniniz bədəni formalaşdırmalıdır, qrup yaratmalıdır. Amma sistem onu başa düşür. Və sistemə özünü quran, yenidən yaradan, düşünən, nələrsə həd edən insan lazım deyil. Çünki belə insanlar böyüyəndən sonra sistemin hədəflərindən toqquşa bilər. Sistem olsun neyini? Elə bir şey yaratmaq lazım idi ki, hər gün sizi keyləşdirsin. Onlardan birinci hədəf telefon oldu, ikinci hədəf musiqi oldu. Televizor. Televizor en çox da elə aktual hədəf deyil, amma o da üçüncüdür, bəli. Çizgi filmlər. Musiqi elə bir şeydir. Siz məsələn yolda gələcək musiqi dinləsəz, bir də musiqi dinləməsəz, iki hal baş verəcək. Musiqi dinləməyəndə başlayır beyin özünü toparlamağa, problemlərin çıxış yolu axtarmağa, ciddi problemləri fikirləşməyə, musiqi dinləyəndə isə xəyallar. Elə siz xəyallara dalırsınız. Çünki xatırlamağa çalışır. Çünki musiqidə istifadə olunan sözlər hamısı tərələrdir. Sizin xəyalları keçmişinizlə əlaqə yaratmağınız üçün ortaya atan tərələrdir. Məsələn, sən məni tərk etdin, qaldım yalnız, əsmişəm. Mən 6 ay mesleği olansın.
Nə dəyişik həyatın cavab Son fərzində? şeyler anlamışam. Yola çıxam, yola baxıram. Əvvəl maşınla sənlərə çıxırsan, orada ağaclar var, yollar var, maşınlar var, amma əvvəl sən beyində bir formuslanırdı. Yəni, damın görən gözü bağlanmışdı o gün. Siz yola baxırsınız. Baxın, dayanmalısınız. Yaxşı maşınız oturun. Məhəlləyə yenidən qayıdır. Beynimizdə neyronlar siqnallar ötürür, damlar, ötürür. Biz musiqi dinləndə beynimiz başlayır həmin ritmi öyrənməyə. Başlayır oynamaya. Ritm tutur. Niyə? Çünki beynimiz həmin ritmi oynamaşmaq istəyir. Məsələn, bütün davranış o istiqamətə dəyişir. Bir dəfə bir şey test edin. Axşam yatmamışdan qabaq bir dəfə test edin. Hər dəfə fərqli bir musiqi dinləyin. Bir dəfə marş dinləyin, bir dəfə kədərli bir musiqi dinləyin, ya da sezli bir musiqi dinləyin. Səhər oyananda tam fərqli bir hava. Bir sonra şizofren olacaq. Kurikulum sistemində musiqinin də özünə ayrı bir yer var. Bəli. Kurikulum sistemində yəni ki, musiqi dinləyərək işləyən şəxslər, tərs O işləyən da şəxslər. baxsalar da spesifik İngiliz musiqi olasın ya. Bu da sağ, amma fərqli. Vaxtı var, dostlar, hər şeyin vaxtı var. Məsələn, oturub kofe içmək istəyirsinizsə, pəncərədə çöldə yağış yağırsa, musiqi qoyun dinləyin. Siz demə musiqi. Amma yolda yerisiniz, həll etmək istəyirsinizsə, hədəfləriniz varsa, düşünmək istəyirsinizsə, həmin yolda musiqi qoyun. Market etməli bir prinsip var. Az olanda market edilmir. Çünki bu nəsə alır. Əsas şeylər mərkəzin ən başında yerlər. Mağazanın ən başında yerlər. Mağazaların özündə belə Həm də musiqidə belədir ki, emosional olanda musiqi dinləmir. Bir də baxmalısın. Tam olarak musiqini dinləmir. Musiqi daha sonra istirahət söylüyor. Siz çevrəyə atın. Ama orada bir şey əlavə edeyim. Biraz o sən də özünü sorumlusan ki, yox, mən qulaq asmayacağam. Və orada müəyyən bir azlıq yaranır. Təbii ki, müəyyən bir limitə qədər ora icazə verməyin tərəfdarıyam. Sonra bir əlavə eləyək. Beynin istəyi məsələsinə gərək onun hormonlar tələb edir. Onun üçün hormonları biz alışdırırıq. Məsələn, sevgilinizlə hər gün görüşmək istəsəz, hormonlar alışırsa sevgilinizlə hər gün görüşməyə. Artıq hər axşam beyin istəyəcək ki, sevgilinizlə görüşəsiniz. Və məsələn, çoxlu rəfə olasınızsa, axşam onun beyni istəyəcək ki, rəfə olasınız. Beyin, yəni hormonlar sizdən asılıdır. Onlar 40 gün ərzində vərdiş halına çevrilir və siz 40 gün dəyişə bilərsiniz hormonların istəyini. Ona görə də mən həmişə bu düşüncəyə qarşı olmuşam ki, biz nəyisə istəyirsə eləməli deyilik. Çünki istədiyimiz şeyə qarşı istədiyimiz formalaşdırırıq. Sadəcə doğru istəklər formalaşdırmaq, istəklərə uyğun aktarılmaq lazımdır. Bəli, musiqi istəyəndə klasika qulaq asa bilərsiniz, istəyəndə rəfə qulaq asa, amma vaxtında. Yolda düşünməyə lazımdırsa, mən məsləhət görürəm qulaq asa, düşün. Amma quruza çıxıb gözlə qulaq asın. Amma Masa gedən gəlməyəcək. problem Göstər Hə, Əli mənim. bəli, buyurun. Məsələn, musiqi, elə musiqilər var ki, biz hər hansı bir ideya və yaxud fikir formasında irəliləyirik, o işimizdə irələməyində musiqi bizə dəstək olur ki, Məsələn, mən həvəsləndirir hər hansı bir məsələdə. Bizim danışıb, bəli, tədqiqat var. Eynəklərin bir musiqi dinlətdirirlər və eynəklərin söz miktarı getirir daha artır. Amma keyfiyyət düşür. Mozart'ın Amma adı. elə fikirlər qalacaq da o musiqi olmadan biz, məsəl üçün biz daha həvəsli, daha %100 irəliləyiriksə, musiqi olmadan 75 min irəliləyəcək. Aslında o musiqi ilə yox, musiqisiz %100 irəliləmədir. İnsan əgər hər hansı bir kənar təsirin qüvvət köməyi ilə bir işi tamamlayırsa, bu çox da güclü bir insana xas olan bir xüsusiyyət deyil. İrəliləmə bilsinədir. Musiqi dinləndə qan ritmə düşür. Qan içində suya musiqi təsiri qoyun, oradakı su ritmə düşəcək. Qan ritmə düşəndə siz enerjili hala gəlirsiniz, fokuslanırsınız. Mesela məşqdən niyə musiqi qoyurlar? Çünki siz daha dinamik vəziyyətə gətirir. Amma məşqdən sonra daha tez yorulursunuz. Bizim elə şeylə problemimiz yoxdur. Sadəcə deyir ki, insan düşünmək istəyir. Amma alışqanlıq yaradır. Bu həm də bir Həm də alışqanlıq yaradır. narkotik. Yəni narkotik bir müddət sakitləşdirsə də, amma davamlı formada Kömək edir, bir müddətli kömək edir, sonra daha böyük təsir istəyir. Beyni şeyləşdirir. Şeyləşdirir. Məsələn, siqaret də buna nümunə göstərmək olar. Mənim bir dənə sual var idi. Bu biz dedik bax oyundur, musiqidir. Məsələn dediniz ya o hansı bir mahnı dedinizsə demokrat. O bir səbəbə gətirə bilər ki, insan beynində məsələn bir hədəfi var. O hədəfi belə deyək də, musiqi ilə virtual olaraq qəbul edir beyin və insan o hədəfə çox tərəf getmir. Belə bir şey var mı məsələn? Əslində hədəf məsələsində hədəf olmalıdır bu. O ayrı bir mövzudur. Sonra məsələ, o sual cavab verəcək. Amma sistem Yəni təsir edirmi bu şeylər, musiqi, oyun? birbaşa təsir edir. Məsələn, bir oyun vardı, adı yapılır. Bir filosofla bağlıydı. Siz oyunu oynayanda sizin qulağına böyle bir seçim koyurdu. İkiden kapıdır. Ya bunu seçmelisən, ya bunu seçmelisən. Adam deyir ki, mən heç birini seçməyəm, üçüncü qapıdan çıxmaq istəyirəm. O zaman arxa səsi, dış səs deyir, təkrar. Arxa səs bunu deyir ki, mən dediyimi etmədim, yenə mən dediyimi etmədim. Yenə əksinə gedir. Yəni səni istər-istəməz yenə də o labirintin içində qoyur. Bir dənə çıxış yolu var. Sistemin üstü var. Kənarda geçən yer sistemi desən,
Sola da sağa her türlü istəyirsə 5-ci qalır. Davam edir dostlar. Deməli, Jung'un qəşəng sözü var. Jung da ki, bilirsiniz ki, dünya klassikasında, yəni klassik psixologların ən önde gələnlərindən biridir. Deyir ki, hər kəs öz kölgəsini tanımalıdır. Çünki kölgə tanınmadan həqiqi şəxsiyyət qurula bilməz. Kölgə nədir dostlar? Növbəti slayda çevirək, biz orada izah edək bu məsələni. Jung bilir ki, bizim qaranlıq tərkimiz var. Ona İslam fəlsəfəsində nəfs deyirlər, birinci ona nəfs deyir. İşıq gözlərinizi alırmı? Görsəm belə. Freud ona libido deyir, Jung isə həmin arxetipə kölgədir. Kölgə nədir? Bizim daxilimizdə hər bir insan qaranlıq tərəfi var. Buna ehtiraslar, arzular, istəklər həmin qaranlıq tərəfdə özünə yer alır. Və biz həmin qaranlıq tərəfi adətən bastırmağa çalışırıq. Bizə kişiləri götürək. Yolda giləndə qarşınızdan gözəl bir xanım keçirsə, həyat yoldaşınız yanınızdadsa, baxmazsınız ona. Amma daxil nə deyir? Mən buna baxmaq istəyirəm. Həyat yoldaşınız onun yanında isə əksər hallarda baxar. Bu kölgədir. Daxildə sizə baxmağı sövq edən səbəbə biz kölgə deyirik. Və belə bir məsələ var dostlar. Bizdə həmişə öyrədiblər ki, kölgəni bastırmalısan. Yəni onu yox edəməlisən, mübarizə aparmalısan, olmaz. Və psixoloji araşdırmalar göstərir ki, biz kölgəmizi bastırdığımız zaman, yəni nəfsi bastırdığımız zaman, o sıxışdırılır, gizlənir. Sanki bir şar topu nəzərdə tutun. Biz onu bastırdığımız zaman nə baş verir? Yoxmu? Bu sıxışdırılır. Və daha çox bastırına baş verir həmin topu. Partlayacaq, aferin. Partlayacaq. Kölgəmizi daha çox sıxışdırsaq, yəni özümüzə daha çox qadağalar qoysaq, eləmə, bunu eləmə, onu eləmə desək, nə baş verəcək? Kənar formada özünü göstərir, ikili şəxsiyyət yaranacaq. Daha pis formada özünü göstərir. Daha pis formada özünü göstərəcək. Məsələn, tutaq ki, ehtiraslarını sıxışdıran insan əsəbi olur. Taktil əsəbi özünü göstərir. Tamam mı? Ona görə birinci öyrənməli olduğum şey nədir? Biz ilk öncə bitləri görürük. Bir şəxsiyyəti kesit edəcək, sizə yeni şəxsiyyət nadələri təqdim edəcək. Amma ora gedən yolda siz bilməlisiniz ki, kölgə nədir, nəfs nədir və ondan necə davranmaq lazımdır ki, şəxsiyyət düzgün formalaşdırır. Siz kölgənizlə, nəfsinizlə, yəni libidonuzla oyunlar oynamalısınız. Onu düzgün tərbiyə eləməlisiniz, onu sıxışdırmağa ehtiyac yoxdur. Çünki sizdə olan bütün potensial xüsusiyyətlər istifadə etməyən üçün var, ehtiras belə istifadə edilmək üçün var. Siz sadəcə onu düzgün yönləndirməlisiniz, doğru şəkildə istiqamətləndirməlisiniz. Məsələn, ehtiras varsa evlənməlisən, ya da ki, məsələn, bir şey əldə etmək istəyirsənsə, ona uyğun rəhbər etməlisən. Amma çalışın bunları çox sıxışdırmayın. Olmaz deməyin, uşaqlarınız da böyüdərkən onları çox hədsiz dərəcədə qadağa və məhdudiyyətlərini böyütməyin. Onlarla kölgəni necə istiqamətləndirmək olar, kölgəni necə rəhbər etmək olar, bunları öyrənin. Uşaq bunları öyrənəndə daha doğru fərq kimi yetişəcək. Sıxışdırdığınız zaman bilirsiniz ki, nə baş verir? Uşaq çox böyük bir yalan seslidir. Beyin olmazları beyin. Bəli, aferin. Üzdə özünü başqası göstərir, amma daxildə tam başqa bir şəxsiyyət yatır. Türkiyənin məşhur bir yazısı var və o deyir ki, bir gün dostum mənə zəng vurdu. Mənə dedi ki, mənim qızım yalan danışır. Amma mən bunun qarşısına alayım da. Nə qədər iş görmüşük, çarə, psixoloqa belə aparmışıq, qız hələ də yalan danışır. Gəl bir dənə qızımızdan tanıyış, ya da gəl bir dənə bax görməməzsin, görsən bizə. Deyir, mən getdim olanı, oturmuşuq divanda söhbət edirik, telefona sən gəldi, ev telefonuna. Aracımız qaçışa ev telefonu gelib götürdü. Ev telefonunda atasını soruşurdu, atanın evdədir. Atası dərhal qızına baxıb, gözünün önündə də dili yoxdur ki, evdə deyil. Qız onlara dedi ki, atanın evdə deyil. Telefonu dəstəni qoydu. Həmin şəxsdə ki, mən burada başa düşdüm ki, qız niyə yalan danışır. Uşaq evin düzgüsü. Düzgün onları verdi, uşaq evin düzgüsüdür. Atasından kopyalayıb onu və yalancı bir şəxsdə çevirdi. Biz normalda olmaz deyib özümüz onları etsək elər, insanda ikili şəxsiyyət yaradır. Üzdə başqa cür olursan, daxildən başqa cür olursan. Ona görə ən yaxşı tərbiyə şəkli nədir dostlar? Özümüz o şeyi edəcəyik. Olmaz deyiriksə, özümüz də etməliyik. Bir də harda olar, onu izah olmalı. Evet. Mesela top oynamaq olmaz, yox, evdə olmaz. Aferin. Eyni deyirəm. Böyle bir saat olur biraz tez. Aha, bəli. Biz bu sənin keçirək şəxsiyyətimizdə formalaşma hissəsi. İndi isə biz keçirik sizinlə şəxsiyyətin inşa modelinə. Bir şəxsiyyət necə formalaşacaq və biz bir şəxsiyyəti necə qura bilərik? Artıq kölgəmizlə də, yəni nəfsimizlə də oyun oynaya bilərik. Bilirik ki, necə ibarət etmək olar. Artıq bütləşdirmiş şəxsiyyətlərimizi də bilirik. Gedib evdə bunu təmizləməyə çalışacaqsınız. İndi isə Mən bir soru bu məşhur müəllim bir sual verirsiniz. Dostlar, hər bir dənə ideal insana bir xüsusiyyət deyə bilərik bu görünüşü. Təxmin İdeal edirəm. insana xüsusiyyət malikdir.
Bir cəsarətli. Dürüst. İdeal insan yok. Adətlərindən Şəxsiyyətli insan. Qısa şəkildə Heç cavab nə verin. adət eləməmişəm. Adətlərdən azım. Yəni biz özümüz üzümüzdür. Cəmilə xanım, sizcə necə olmalı? Məcbur. Məhəmməd, İbrahim sən necə olmalı? Ancaq öz istədiklərini eləməlidir. Cəmiyyəti çox belə düşünmür. Roman səncə? Şəxsiyyətli. Sizcə? Vicdanlı. Məncə sərbəst olmalı. Sərbəst. Vicdanlı sizcə? İdeal insan yoxdur. İdeal insan yoxdur. Azad. Azad sizcə? Məncə də yoxdur. Yoxdur. Sizcə? Özünü inkişaf etsin. Sizcə Simar xanım? Dürüst. Deyin. İdeal insan yok. Elə deyim, ideal anlaşan çoxumuz səhv başa düşürük. Biz ideal insan. İdealla qusursuz elidir. Məsələn, o ideal insan kiməsə ideal olmaq üçün özünü ideal eləməli. İdeal düşünək. Oraya gələcək. Ulduzlu gecədə aya oxşuyur. Sana baxın, belə tapmışsınız. Sən empatiya qurmaq bacarmalıdır. Oraya gələcək. Şəxsiyyətim yamari səsini keçək. Görəm ki, sizin növbətçilərdə fikirlərinizi aldı. Təxminlərinizi etdiniz. Fikir demək istəyirlər. Buyurun, buyurun. Mən belə deyirəm, ideal insan özünü tanıyan insandır, fərqindələ eləyə bilər. Demək bu hissəyə Burada mərkəzdə izzət anlayışı qoymuşam. Çünki bizə görə əsl şəxsiyyətli insan izzətli insandır. Bizdə əvvəllər köhnə kişilər anlayışı var. Köhnə kişilər izzətli kişilər. Baxırdınız, ağırlığı vardı, sözünü əməl edirdi, nə deyirsə yerinə yetirirdi. Və özündə o izzət insanlara ləzzət edir. Baxırdın, həyat ulaşı edir ki, o mənim ərimdir, o mənim babamdır, mənim oğlumdur. Və bütün bu izzət anlayışının ətrafına bir gördüyünüz kimi fikirləri qoydular. İnsanların izzəti get-gedə azalmağa başladı. Bir gəlib çıxıb deyir ki, nə çox eqolu uşaqsın. Qardaşı sualda sən qardaş, ego nədir? Sən nə bilsən axı ego nədir? Hardan öyrənmirsən bu sözünü? Və hər bir gəlib sən çox təkəbbürlüsən, bir də özünü sevmək istəyir. Və saxta fikirlərlə insanın özündən ayrılırlar, başqa bir şey yönəldirlər. Artıq insan izzət deyildir. Məsələn, belə bir nəticə çıxır da, birinci argumentimiz belə olmalıdır. İzzətli insan ego olmalıdır. İzzətli insan egolu olmalıdır. Egonun nə olduğunu aydınlaşdırdıqdan sonra Bəli, gələ olaraq. Dostlar, ego bildiyimiz qədər pis bir şey deyil. Egonun iki tipi var. Bir var özünü sevirsən, özünü dəyər verirsən, özünü hamıdan üstün tutursan, bu pis egodur. Bir var özünü sevirsən, özünü dəyər verirsən, amma hamıya faydalı olmağa çalışırsan, bu yaxşı egodur. Zaten öyrədiblər ki, belin əyib, belə gəz, hamının qarşısında belə salamlaş, olmaz dostlar. Qəti şəkildə. Öz dəyərinizi bilməlisiniz. Yeriyərkən beliniz düz olmalı. İnsanlar qarşısında şəxsiyyət görməlidir. Sizin kimi bu haqda öyrədilen hər şey yanlışdır. Bu, xristianlıqdan qaynaqlanır. Xristianlıqda belə bir anlayış var. İncildə yazılıb, olmaz. Və İslam fəlsəfəsində də 70% bu yanlış öyrədilir. Mütəsim mütəvənin Kamil İnsan kitabı var. Həmin məsələyə çox gözəl toxunur. Yəni, misal üçün, Kamil İnsan barədə olan nəzəriyyələrə baxsaq, hərəsi bir məsələni tutublar. Misal üçün, bəziləri egon tutublar, onu ifrat dərəcəsini tutublar. Bəziləri egon tutublar, onu təqlid dərəcəsini tutublar. Yəni, biz orta yol tutanda, yəni Kamil İnsan olur. Deməli, birinci məsələmiz nə oldu? İzzətli insan, yəni şəxsiyyətli insan egolu olmalıdır, yəni öz dəyərini bilməlidir, yerişində belə onu tətbiq eləməlidir. Məsələn, bizim böyüklərimiz həmişə deyirlər ki, yerində beliniz düz olacaq. İnsanlar qarşısında danışanda belə danışacaqsınız. Mən bir dostum vardı, əvvəllər yerlərdə həmişə qalxıda səhərlikdir, əydi yerlərdə. Və müəllimimiz bana dedi ki, İraq bildirisi düz yeri. Həmin uşaq təqribən bir ay düz yeri, çiğlərini atlar, hətta dilimin qarşısında tutmuşdu. Mənə qayda nəlisə yaxşıdır. Deyir, indi hiss edirəm ki, mənim şəxsiyyətim üzümü qaldı. Yəni, düz yermək belə insanın şəxsiyyətinə belə təqsir edir. Cəmiyyətin baxışı. İkinci məsələ nədir bəs? İkinci. Hal-hazırda biz əsəblikləri qırandan sonra material qoyuruq. İdeal bir insan hansı xüsusiyyətlərə malik? Bir, ego olmalıdır, başa düşdüyümüzdə bu. İkinci məsələ təkəbbür məsələsidir. Həmişə bizə deyirlər ki, təkəbbürlü olmaq istəyir, təkəbbürlü olmamalısın. Amma təkəbbür qədər gözəl bir şey yoxdur. Təkəbbür insanı insan edən ən əsas amildir. İnsanı heyvandan fərqləndirən ən əsas amildir. Əvvəldə təkəbbürlü qadınlar vardı da bizdə, nənələrimiz vardı. Kimsə gəlib nənələrdən danışanda, deyirsən, dur, çünki nənəmiz birinə xatun kimi idi, şahın arvadı kimi idi. Onunla danışmağa hər kəs təsəvvür verilməzdir. Təkəbbür olmayan yerdə şəxsiyyət ola bilməz. Amma təkəbbür anlayışı nədən qarışdırırlar? Məsələn, özünü sevmək anlayışı da başqa bir şeydir, təkəbbür anlayışı da başqa bir şeydir və özünü yalan yerə şişirməklə başqa bir şeydir. Məsələn, bəzi insanlar var, bayaq şartlaması deyilən. Məsələn, daxilində heç nə yoxdur, boşdur, hava yığır içinə, ətrafın tərəfləyir falan. Adam şişir bir müddətdən sonra
Ərəblərdə rəzəz bəhri var. Rəzəz bəhri nə deməkdir? Ərəb zəncirləri qəlbində düşmən qoşunun qarşısına keçəndə düşünün ki 30 minlik, 40 minlik qoşunun qarşısında atın üstündə özünü tərif edir. Mənim atam falan, kəsdirin onunla ki, sən kimin cürəti basın çıxsın qarşı? Benim bugün kim elə bilər? Məsələn, Şah İsmail Xətayı eləmişəksin. Bugün onu kim elə bilər aramızda? 30 nəfərin qarşısında fikrini səsləndirmir. 30 min qoşunun qarşısında sən özünü tərif edəcəksən. Niyə? Çünki o vaxt anlaşıb isbatlanmırdı. Sadəcə sistem gördü ki, biz şəxsiyyətli insanları yetişdirəndə bu bizə sərf eləməyəcək. Sadəcə bütün şəxsiyyətli insan öz haqqını tələb edəcək. Ona görə də bizə öyrətdilər, kitablarımızı da dəyişdirdilər, dini kitabları da dəyişdirdilər. Özü öyrətdilər ki, çox təvazökar olmalısınız. Yaxşı, təvazökar elədən qaynaqlanır. Şərq mədəniyyəti yoxsa qərb? Sintez. Şərqsin. Haqq harada olsa. Həqiqət. Haqq həqiqət. Mənim bir dənə fikrim vardı Əşbərdən. Sizdə təşəbbür yaxşı şeydir, amma təşəbbür öz-özündə etimoloji olaraq problem var. Yəni, məncə təşəbbürlə siz izzəti sinonim olaraq işlədiniz də, düzdür? Kibir, yəni kəbirə sözünə gəldə, böyüklük də. Yəni, öz-özlüyündə pisləxsən, böyüklük iddiasında olur. Özünü hörmət etmək başqa şeydir. Təsəvvürdə bir hürməti, Haşim oğullar var da, Peyğəmbər nəsil. Mənim. Tarixdə olaraq nə deyilir mühabir? Deyir ki, onlar çox təkəbbürlü insanlar. Niyə? Çünki bilir ki, bu insan çox alçaq bir insan. Erməninin qabağında tez təvazö edirsiniz. Niyə? Çünki hələ ki, bilirsiniz, bu alçaqdır. Və alçaq insanın alçaq olduğunu bildiyiniz üçün siz öz şəxsiyyətinizin qabağında nə edirsiniz? Çox bilir. Amma o təşəbbür edirsən, bir şey kəsim. Nəsimin Sığmazam şeirin son mədə belədir. Gerçi bir gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm, adam özünün bütün İslam nəsil görüşlərində nisbət verir. İslamiyyətə bir isimlədir. Bundan da budur ayətim, ayət işləməsi. Amma burada əslində onlar təkəbbürlü deyirlər, onlar öz necədilər göstərirlər. Əslində biz ona təkəbbür edirik. Əslində o təvəzzükarlıqdır. Biz ona təkəbbür edirik. Təvəzzükarlıq məsələsi var da, məhkum məsələsi var. Yox, təvəzzükarlıq əslində mənası odur ki, olduğun kimi özünü göstərirlər. Təvazı göstərir. Təvazı insan daxilində olan şeylərin ortaya qoyulması. Bəli. Bəziləri gəlir verir, salın gəlir. Bunun bir üzdə şillə vursa, onun üzündə Bu da təşəbbür yola bilərdə bilmir. O hörmət salam. Bu təvazükar adam deyil. Bu adamın içində boşluqları var. Həmin boşluqları gizlətmək üçün özünü əxlaqlı cılızlaşdırır ki, ayo mən heç vaxt onu eləmərəm, mən öz yolunda gələn başını qaldıran adam deyil. Yəni, məsələ belədir işte. Boşluqdan. Biz burada qəlibləri dəyişməyə çalışırıq. Bu seminarın ikinci hədəfi zaten qəlibləri dəyişməkdir. Qəlib nədir? Məsələn, biz təvazükarlığı belə öyrənmişik. Salam eləyək. O qəlibdir. Biz burada çıxıb gəlməyik, təvazükarlıq başqa cürdür. Çünki təvazükarlıq şur altınızda belə oturur. Biz artıq təvazükarlığın adını dəyişməliyik. Ona təkəbbür qoya bilərik, ego qoya bilərik, anlayışı dəyişə bilərik. Üçüncü şəxsiyyət amili, yəni üçüncü şəxsiyyət formalaşdıran şey dostlar fədakarlıqdır. Təkəbbürdən sonra fədakarlıq. Hətta sizə belə bir şey deyim. Viktor Frankl Yahudi soylarına gedir və orada çox şey araşdırır və həzlər haqqında belə bir nəticəyə gəlir və deyir ki, insan həqiqi xoşbəxtliyə tapa bilməyən də özünü həzlərlə cəzalandırır. Və belə bir nəticəyə gəlir dostlar. Araşdırmalar göstərir ki, fədakarlıq bizdə daha çox sərətəni itiraz edir. Bizə daha xoşbəxt bir varlığa çevirir. Hətta sizə çox maraqlı psixoloji araşdırma deyəcəm, amma sözdə heç kimə deməyəm. Lakin çox ciddi depressiv haldasınız, psixoloqa da gedirsiniz, çağrı tapa bilmirsiniz, ciddi problemləriniz var. Sizə bir eksperiment deyəm, gelin edin. 2 həftə boyunca çox dəyərli şeyləri etirazlı insanlara paylaşarlar edin. Və 2 həftədən sonra nəticəyə baxın. Çox ciddi şəkildə dəyişəcəksiniz, xoşbəxt olacaqsınız. Və səbəbini də bilməyəcəksiniz. Bu çox sirli bir haldır. Buna bir çox insan sınır. Siz də sınır bilərsiniz. Mən nəsə etdim, mən nəsə elədim. Amma fədakarlar elə bir anlaşdı ki, fədakarlar eləyəndə sizə bu şərtləri var. Məsələn, ona 2 həftəniz eləsiniz, heç kim istə deməyib və özünüzə söz verin ki, bir ömür bunu heç kim bilməyəcəkdir. Orijinal fədakarlıq olsun, çünki onu kimsə bilsə, o artıq gözlənti olacaq, tərif olacaq, heç kim bilməsin. Hətta bayaqda xanım sual dedi ki, bəs uşaqlarımızı öyrətəndə deyir ki, mən yox, hampalık qarşılıq məsələsi. Qarşılıq məsələsi var, amma uşağımıza bir fədakarlıq anlayış versəydi, get cəmiyyəti dəyişməsi yoxdur. Hətta bir şey var, söz var ki, fədakarlıq ən ali insandır. Fədakarlıq haqqında sizə çox maraqlı bir şey danışacağım. Sonra şu bir alim, üniversitet müəllimi bir gün tələbələrinə imtahan keçirir. Və tələbələr çox hazırlaşırlar imtahana. İmtahan biletində isə tələbələr imtahana girəndən sonra biletdə belə bir sual yazılır.
Hər gün universitetin həyatına içəri girdiyiniz zaman qapıda qalan xadimin adı nə? Və o imtahanda tələbələrin heç biri o cavabı yaza bilmir. Və həmin alim deyir ki, bir tələbənin cavabı diqqətini cəlb elədi. Tələbə belə yazıldı. Müəllim, sizə təşəkkür edirəm suala görə. Çox güman ki, mən bu imtahandan kəsiləcəm. Amma indi kimi heç bir imtahandan kəsilməmişim. Mən çox mükəmməl köçürməyə başlayacağım. Həmişə dostlarımla mütəhr köçürüb imtahanlara çıxmışam. Amma bugün bir şeyin şahid oldum. Mən indi kimi öyrəndim ki, mən 4 il bu universitetə gəlirəm. İndi kimi ancaq gözlənti əsasını yaşamışam. Müəllimlərdən fayda mənfəət prinsipi ünsiyyət qurmuşam. 4 il ərzində bircə dəfə də olsa o yanına kesin xadimənin adını bilməmişəm. Sən demə, nə qədər də mənfəətpərəst insanmışam. Buna görə sizə təşəkkür edirəm. Müəllim deyir ki, mən onu 100 balla keçirdim imtahandan. Aradan bir neçə gün keçir. Həmin xadimə müəllim iki qapını verib içəri girir. Və kənddən gətirdi pendir qoyur qabağına. Bəlkə də bütün var yox, o pendirdir. Gözlərim içinə baxa-baxa deyir. Müəllim, eşitmişəm ki, imtahanı nəsə eləmişsiniz, nəsə adımı orada vermişsiniz. Ondan sonra artıq tələbə hər dəfə qapının içinə gəldi, gözlərim içinə baxırlar. Gözləri paradır və həmişə mənə salam verib keçirlər. Sizə nə qədər təşəkkür edirəm adımı, ilk dəfə özümü belə insan kimi istəyirəm. Yəni, fədakarlıq insanı xoşbəxt edən deyərdir ki, tək amildir. Və ona görə də biz niyə şəhidlərimizin rütbəsini daimicə tuturuq? Çünki şəhid elə bir məqammış, orada gözlənti olmadan canından keçirsən. Canından keçirmək çox böyük bir fəlsəfi məsələdir. Niyə? Çünki bizim bütün gözləntilərimiz canımıza görədir. Canımıza mənfəət gəlsin deyədir. Daha çox yiyək, daha çox qazanaq. Və təsəvvür şəhidlik... Uşağı rəhbət edən ana belə deyir ki, mənə kimsə xeyir. Yəni, var, əhsən. Hətta, amma şəhidlikdə belə bir məsələ var. Şəhiddə sən bu canı ortaya qoyursan, ondan keçirsən. Ona görə də şəhidlik bütün dini kitablarda çox üstün bir məqam kimi təqdim olunur. Çünki sən əsas hədəfindən keçsin artıq burada. Ona görə şəxsiyyətin ən başında duran zirvə budur ki, fədakar olmalıdır. Şəxsiyyət formalaşmanız fədakarlıq eləməlisiniz. Hər həftənin sonu, elə hər həftənin 5-cü gün gəlir kiməsə yaxşılıq edir. Heç nə bilməsin bunu. Vərdi şahına çevirin bunu. İlin sonunda görəcəksiniz ki, çox fərqli xoşbəxt bir insana çevirirsiniz. Çünki şəxsiyyətin sonunda bütün psixologlardakı xoşbəxtlik yanır. Yəni dedik ki, nə eləməlisiniz? Təkəbbürlü olmalısınız, ego olmalısınız, amma insanları sevərək bunu etməlisiniz. Təkəbbür egonla qarşılığı bu oldu ki, biz şəxsiyyətimizin fərqinə varır, heç kimin qarşısına özümüzü alçaltmırıq. Bəlkə müəllim sizə burada bir məsələ var. İnsan özünü inkar etməsi üçün iki şərt fokuslanmalıdır. Birincisi daxili amillərdir, ikincisi zahiri amillərdir. Əgər biz zahiri amillərə fokuslanıb sonra daxili amillərə keçsək, o şəkildə Thomas Shelby'nin paltarını geyib olan kimi olur. Amma əksinə daxili amillərə fokuslanıb sonra xaricə keçsək, biz artıq kamil bir insan. Daxili amillərdə bayaq çoxunu sayacağız. Mənalı olaraq bir şey demişsiniz. Birinci qurur məsələsidir. İkincisi ədalətli məsələsi. Çünki ideal insanın malik olduğu sifətlərdən getirməsi qurur və ədalətlidir. Məsələn, deyək yolla gedirsiniz və qarşınızda bir uşaq çıxır. Uşaq sizə salam verəndə nə deyirsiniz? Salam. Biraz keçir. Necə sən də bir müddətdən sonra keçirsiniz və qarşınıza bir rütbəli adam çıxır. Rütbə keçsə salam verməyəcək, amma səhərləzi uzadır, salam verməyəcəksiniz və bir dəqiqə xalatlarla görüşürsünüz. Amma bu ideal insana çatır. Şəxsiyyətli insan bu uşağa da rütbəli insana da eyni formada yaşayır. Bu birinci məsələ. İkinci bir məsələ qurur məsələsidir. Qurur məsələsi də çox həssas bir məsələdir. Sizə bir hekayə danışır. Mən bir müəllim vardı, akademiklərdə. Bilərki olmuşum. Akademiya oxuyanda müəllim mənim həmişə konflikt yaşaydı, hər gün dərsdə. Adam məni tənqid etdi, bilməm, içimdə heç vardı. Və mən qayda dedi ki, sən çox... Mən qayda dedi ki, sən çox təkəbbürlü equlu aparırsan. Güldü məsələ dedim. Bu hadisə bir həftə davam edir. Bir gün elə oldu ki, sinif notası mən cavab edəm, mən düz bu sırada qalmışım. Mən qayda ki, sən nə təkəbbürsəsən? Belə güldü, dedim ki, mən təkəbbürlü deyiləm. Özümə hörmət edirəm, özümü sevirəm. Qayda nəsə yaxşı. Özümü sevmək çox pis bir şeydir. Mən də müəllimə qayda dedim ki, necə? Özünü sevə bilməyən insan özünə hörmət edə bilməz. Özünə hörmət edə bilməyən insan cəmiyyət tərəfindən hörmət edə bilməz. Sonra da özümlə işlətdim, dedim ki, özünü sevə bilməyən insan qızını necə sevə bilər, onun necə ailə həyatını bilir. Müəllim bir anlıq dondu. Bizə deyirəm, nə deyir? Daha sonra ondan sonra heç vaxt mənim konfliktə girməyim. Onu almışdan lazım mən. Niyə siz bir şey Əslində orada çox inzibay qalmadı. Mənim onu gözləmirdim. Çünki illərdə Sovet dövründən olan bir tərəfli vardı ki, sən baxışın bolsan, sən kommunizm xidmət etməksə, mən onu gözləmirdim. İkinci bir məsələ, bu da bir məsələ də var. Məsələn, bizim adətlərimiz çox şəxsiyyətimizi əzdiyimiz məqam dostlarımızın yanıdır. Necə?
Artıq bizim şəxsiyyətimiz, ailəmiz, çevrəmiz və fərdi potensiallarımızla ən çox məzələrini zarafat edən kimlər olur? Dostlarımız olur. Biz sırf ondan əlaqəni kəsmirik, qəbilədən sürət çıxmıyıq. Yəni, iddiazmanın qəbilə quruluşu prinsipi var, beynimizdə, şurafımızda. Sürət çıxmıyıq ki, uyğunlaşmağa çalışırıq. Birdən qəbul eləməsəm, mənə çox özünə razı deyəcəklər, məni dostluqdan sürət çıxaracaqlar və orada uyğunlaşıb şəxsiyyətimizi əzirik dostlar. Və ona görə də şəxsiyyətin son hiləsi, yəni daxil keyfiyyətlərdən başqa biri də nə oldu? Özümüzü dostlarımızın qarşılığında əzməməliyik. Kimsə ailənizə, yaxınlarınıza və sizin şəxsiyyətinizə artıq söz desə, onlara çox normal şəkildə deyin ki, sən mənim dostumsan, başa düşürəm səni, amma mənim şəxsi prinsiplərim var, dəyərlərim var. Mən icazə vermərəm ki, şəxsiyyətim haqqında və dostlarım, ailəm haqqında, yaxınlarım haqqında məsələ söz deyəsiniz. Mənə aranızda istəyirsinizsə, belə qəbul edeyim. İstəmirsinizsə, o zaman şəxsiyyət toxunmaq məsələn həmişə birbaşa olsun. Yəni həmişə birbaşa bir şəxsiyyətimizə toxunmaq. Bəzən dolayı olmalı şəxsiyyətimizə toxunmaq bilir. Hadisə də danışırıq. Sən almış istəmirsən. Akademiyada oxuyurduq. Ümumiyyətlə 11 il məktəbdə oxuyanda, sonra 4 il universitet oxuyanda 15 il ərzində heç vaxt uşaqlar mənimdə söyüş söyləyir. Çünki bir də ki, mənimdə söyüş söyləyir olmaz. Əkliyyə qarşıdır. Bir daha təsadüf belə oldu ki, akademiyada dayanmışdır. Tanımadığımız bir olan yaxınlaşdı, dostum danışırdı. Və bildiyiniz qaqa temasında Nazım söyüşünə başladı, hər salam mühürlərlə. Və uşaq sağ buna reaksiya verdi ki, canlı danışsan, yanında söyüş söylüyor olmaz. Bu uşağı maraqlı verdi. Mən sağ verdi ki, niyə sən yanında söyüş söylüyüm ki? Dedim, özümü sıxışdırmıram ki, mənim yanında söyüşsənsə, özüm də söyüşdən ki, özümü sıxışdırmıram. Uşaq qalıb donurdu, dedi, hə, yaxşı, o vaxtdan dedi, bir dəfə söyüş söylüyorum. Mən də başıma gəldim. Ona hətta başqa bir dəfə söylüyorum. Sonradan yaxınlaşdım, məncə ki, mən söylüyorum, necə baxırsan. Dedim ki, əzizim, fikirləş gələcəkdə evləndi və uşaqlarımız oldu. Biz bizimlə tanış olduq, harası görüşdük. Oğlunun yanına gəlib rahat şəkildə deyə bilim ki, mən akademiyada tanışırdım. Yəni, sənin o vaxtı yarattığın şəxsiyyət aktiviti beynimə gəlib utanmayayım ki, mənim dostumdur, mən utanmayayım. O uşağı da çox təsir edir, hətta hiss edirdim, gözləri də oldu. Buyurun. Çox gözəldir olardı sonra. Ümumiyyətlə, biz nəsilcə özümüzü onu formalaşdırmışıq. Qardaşlar olaraq bizim prinsiplərimiz var ki, bizim ailə dəyərlərimiz çox yüksək standartlarda olmalıdır. Mən zalda olanda, o zalda baş məşqçisi məni çox dəyərli şəxslə tanıyır. Zala yeni adamlar gəlir bəzən və avara tiplər çox olur. Onlar yaxınlaşır, mən ünsiyyət qurmağa çalışanda baş məşqçisi onları müəllimlə tanışır, müəllimlə. Bizim məsələn şagirdlərim, mən başqa şagirdlərlə tanış edəndə, təbii müəllim sakit olsa, zarafat edəmə, müəllimin yanındasın. Mən bu şeydən razıyam. Niyə? Çünki özüm üçün bir dəyər formalaşdırmışam. Onlar çox yaxşı bilirlər ki, mənim yanımda çox düşük hərəkətlər eləmək olmaz, bir standart, var standartı qorumaq lazımdır. Və adətən bu niyə bəyənilmir toplum tərəfindən? Toplum məsələn belə hallarda deyir ki, sən çox özündən razısan, çox ev olursan və s. Çünki toplumun çoxunda bu olmur. Psixologlar deyir ki, şəxsiyyət əzləndə və biz özünü tapmış, özünü bərpa etmiş şəxsiyyət gördüyümüz zaman həmin əzləyən şəxsiyyət onu başı qısqanmalı. Çünki məndə yoxdur, onda var. Ona görə başı tənqidə gəlsin. İddia zaman qoluşan bir prinsip var idi. Qəbləyə uyğun olmayan qəblədən qovurdular. Yersiz tənqid gizləyir amma. Bəli. Qəbləyə uyğun olmayan qəblədən qovulurdu. Və bu prinsip indi də şurafımıza oturur. Yəni bizdən deyilsənsə, məsələn, biz öz şuurumuzu əzmişiksə, sən bizdən deyilsənsə, yallah öz yoluna gir. Memurlar haqqında bir tədqiqat aparırlar. 2-3 memuru qoyurlar, bir qabın içində kənarında su basıyorlar, ondan su tökülür. Memurlar yeməyə tərəf qaçanda suyu buraxırlar, memurlar islanırlar. Kənar yeni bir memur buraxırlar, yeni memur bu qaydanı bilmir. Yeni memur yenə qaçır yeməyə tərəf, yəni suyu buraxırlar, islanır memurlar. Memurlar görürlər ki, təzə gələn memurlar yeməyə tərəf qaçanda suyu buraxılır. Artıq təzə gələn memurlar başa cəzalandırmağa, içəridə onları döyürlər, qoymurlar, yeməyə tərəf qaçsınlar. Bir müddət sonra arada uzun müddət psixologlar memurlar buraxırlar, artıq yeni gələn memurlar heç yeməyə tərəf getməli, köhnə memurlar onları cəzalandırır. Artıq bu memurlar arası belə bir qayda var ki, heç kim yeməyə yaxınlaşa bilməz. Hamı bizdən olmalı, çünki biz cəzalandırıla bilərik. Şəxsiyyət də bilərlə dostlar, hamı şəxsiyyəti əzilirsə, hamı səni özünə bənzətməyə çalışacaq. Amma dahilər, şahisindən xətayı kimlər, yalnız öz şəxsiyyətinə dəyər verib buradan nələrsə yarada bilərlər. Adam 14 yaşında görürüz, hakimlər edir. Səfərlər üçün arası yanadır. Belə dostlar. Sonuncu mərhələ gəldi, artıq baramağa götürülür, ısmağa. Biz ümumiyyətlə şəxsiyyətin qurma mərhələsini
biz kəpənəyin imkanını Kəpənək olur, simvol. Evet. O dediğin kəpənək olur. Ümumiyyətlə şərt təsirində kəpənək kamilliyə simvolu. Yəni sən əvvəl bir tıfıl olursan, sonra mən bir dövlət keçirsən, varlığını seçirsən, kəpənək kimi çox esaslı bir varlığa seçirsən. Ona görə buna xüsusunu tepkilik və son isə gelirik özünə qayıdış prosesi. Baxın, biz 3 mərhələdən keçdik. Birinci mərhələ la mərhələsi, kütləli batışı mərhələsi. İkinci mərhələ alternativ materiallı verilmə mərhələsidir. Yəni biz necə olmalıyıq? Üçüncü mərhələ nə olmalıdır? Üçüncü mərhələ necə olmalıdır? Yəni metod. Bildik, bu var, bu olmamalıdır, biz buna necə sataq? Bunda 3 daş üzərində qurmuşuq. Qalan daşlar siz özünüz qoyacaqsınız. Öz şəxsiyyətinizin memarlığınızsınız. Birinci məsələ, sistemdən qurtulmaq olmalı, sistemdən qurtulmaq. Sistemdən qurtulmaq buyurun. Dostlar, deməli, hər şey dinlədik. Prosesi bilirik, kölgəmizdən tanış olmuşuq. Şəxsiyyət necə olmalısa onun cavabını tapmışıq. Özü siz də filmə görə əlavələrinizi edəcəksiniz. Və sistemdən qurtulma məsələsini bəri izah etmişik. Əgər şəxsiyyətin formalaşdırmaq istəyirsinizsə, hər şeyləri kənara qoymalısınız. Məsələn, sosial şəbəkə istifadəsini azaltmalısınız. Mütləq şəkildə. Yeni həyat qurması bunu eləməlisiniz. Sistemin tələləridir, sistemin sizin hazırladığı şeyləri, bunları qadağalara qoymalısınız. Bu keçməsi digər mərhələ. Proqramda hədəf çizməsində mən hədəf çizmək istəyirəm. Neçə nəfər hədəfi var? Sizə Qozdan mənim qaldırırlar. Sizə Siyasi hədəflərdir. Yox, deyirəm mən şəxsi ona görə. tarixdə insana atılmışan böyük qörtlərdən biri sənin hədəfin olmalı deyilməsi. İnsanın bir hədəfə ihtiyacı var mı sualı heç vaxt müzakirə olunmur. Hədəf iki şey olabilir. Ya haqq ola bilər, yəni ilahi bir varlıq ola bilər ki, onun nihayəti yoxdur. Ya da ondan qeyri olan bir şey ola bilər, başqa heç bir şey ola bilər. Haqqın özü qeyri-müəyyəndir. Biz görmədiyimiz bir şey doğru və elə seçə bilməliyik. Amma ikinci bir yol nə var? Ondan kənar olan şeylər, ondan kənar olan şeylər dəyərsizdir. Çünki insandan daha dəyərli bir varlıq yoxdur orada. Maşın deyil, ev deyil, vəzifə deyil, pul deyil. Məsələ nədir bəs? Hədəfsizlik. Baxın, burada çox önemli bir məsələ var, bu isə heç kim deyilməsin. İnsanın həyatda hədəfə ihtiyacı var. İnsanın insan olmağa ihtiyacı var. Tuğçinin bir metodu var. Tuğçu bilir ki, əgər siz istəyirsinizsə daha yaxşı bir həyat sürəsiniz, 2 gününüz eyni olmamalı. Yəni 2 gün eyni olamadan ziyan içərisində. Nə eləməlisən? Hər gün əvvəlki gündən daha yaxşı olmağa çalışmalısın. Hər gün ayağını fikirləşməlisən ki, günün istəyim səhv eləməliyəm. Bugün daha yaxşısını eləməliyəm. Və insan təsəvvür edir, bir il ərzində 365 dərə mərtəbə atır. Bir ömür nə qədər dəyərli olur? Bir ömür nə qədər? Dəri insanlar bizi kim bilir? Bəzən oturursan bir insana danışırsan, sabahçı gün oturub danışırsan, bir ay gecəliyə danışırsan, bu adam hər dəfə sənə yeni şeylərdir. Niyə? Çünki o adam o qədər öz üzərində günlərdə danışır, düşünür, dərin bir nəticəyə gedir ki, artıq onun ağlı tamamlanır, sözü kifayət olur və dediyi hər bir söz bir dəyərli olur. Proqram məsələsindən Proqram bir də ümumiyyətlikdən uzaq məsələsində biraz toxunacağım. Proqram mütləq şəkildə vacibdir. Hətta psixologlar deyir ki, həyatınızda yeni bir nizam yaratmaq istəyirsinizsə, proqram yazın, qoyun yatağınızın başına hər gün görün həmin proqramı. Mən universitetdə eyni ildə həm müqə verərək bir şəhərdə müəllim kimi fəaliyyət göstərdim, həm də magistratura daxil oldum. Çünki mənim çox güclü bir proqramım var idi. Yadıma gəlir, məsələn, marşrutda bastırıq olanda mən dəmirdən tuturdum. Ətrafım hamısı insanlardı, yerdə oturanlara qədər, belimi də sıxmışlar dəmirə. Mən aşağı telefonu çıxardıb, telefonda test çalışırdım. Və yalnız elə o hədəfə nail ola bildim. Səni saatlıqdır yanında. Bəli. Məsələn, praktikaya getdiyimiz zaman tələbə dostlarım qabaqda oturub, qeyrət edirlər, nəsə arabanı söhbət edirlər, fankas asın nişanlandı, ya da ki, o biz yolda stəkana qədər durursan, asın nişanlanacaqsa, mən arxada kompüterim yoxda test çalışırdım. Və Bir pilot. Necə? Bir pilot. Pilot bir də yəni. Kitabxanada yazıda məndə. Əhsən. Ona görə bugün burada qarşılığını söylədim. Hə, ona görə proqram sizin üçün vacibdir. Örnəklərlə ona görə deyirəm ki, həyatınızda mütləq şəkildə proqramınız olmalıdır, yazılı proqramı üstünlüyü verir. Hətta səhər nə edəcəm şeylər, nə edəcəksinizsə yazın onları, axşam qararlayın, sonunda da bir mükafat təyin edir ki, dopamin orada aktiv olsun. Məsələn, mən bunları eləməsin, axşam bir dənə kofe içəcəyəm, axşam gələcəm, haradasa gəzəcəyəm. Bu beyin artıq sənə deyəcək ki, sən bunları eləməlisin. Yəni siz də dopamininizi belə aldınız, sistem aldatmasın dopamininizi, özünüz aldınız. Mən demişim ki, mən birinci bəylə razılaşmıram. Çünki hədəfi olmayan bir insan niyə bir proqrama ehtiyacı? Siz bayaq bilirsiniz ki, mən dünya dəyişdirmək istəyirəm də. Hədəflə məqsəd zaten sizin önündə. Yox, bu sizin zaten. Hədəf sistemin sizdə formalaşdırdığı şeylərdir. Telefon olmalı, iPhone 16 Pro Max almalısın. Bu hədəfdir. Yəni sənin həyatının sonuncu nəticəsidir. Evet. Məqsəd isə daha daxili amillərlə bağlı olan bir şeydir. Məsələn, mən fədakar olmaq istəyirəm. Mən
çox yüksək yerlərə gəlib nəvəsi dəyişməyə çalışmaq Səhər xərinə gələcəksiniz, tez oynayacaqsınız. Ona görə biz hədəf şablonu yarışdırırıq ki, sistemin təsirini siz çıxaraq və məqsədi ortaya qoyaq. Amma öyle şey değil o. Mesela demək istədiyim odur ki, mesela bir yekun bir məqsəd var, ortadan çatmaq üçün step by step hədəflər var da. Yəni bu hədəf ümumiyyətlə negativ bir konsept deyil. Sadəcə özünün şəxsi bir hədəfinin olmaq yerinə sənə empoze edilən bir yere doğru irəliləməkdir məsələ. Yəni ki, hədəf əslində negativ bir qavram deyil. Biz onu zaman şeylərimiz associate edirəmisiz, başa düşürəm. Amma məncə hədəf özü yəni Negativ olduğunu istəyirəm. Biz ən ideal insanın necə olmalı olduğunu bilirik. Yəni demirik hədəfi olan insan ideal insan deyil. Amma daha ideal hədəfi olur. Yəni daha ucası üçün. Hədəflərin bu imtahanı verim, qurtulacağım, o birisi imtahanı verəcəm, sonra rahatlayacağım, belə davam edir. Səbəb nə deyim? Şəkildə nələr var? O adamla danışanda, yaxına gedəndə həyatın məqsədləri nə olur? Oğlum toyunu edəcəm. Yinəyimiz var, kəsəcəyi qurbanlar. Mərtəbə. O bir tane da keyfin düşür, sonra təzən həvəsləndirirsə, özün təzən başlayırsan. Üzr istəyirəm Əşmər, mən bir dəfə qohumun toyudur, üzr istəyirəm. Orada oğlunun toyudur, mikrofon götürdü atası. Dedi ki, atanın ən pik hədəfi oğlunun toyu görmək. Ondan sonra etiraz yoxdur nəysə. Məhəbbədə bir kişi var, Seyid Zahiddir. Adam Fitnə formasını çox böyük qəhrəmanlarından biri, çox təsadüfən tanış olmuşdu. Bir neçə ildir. Yəni, karyerada formana gələndə mənə soruşmuşdu ki, bəs hər hissəni, bir mühəbbisi gəliniz mücə formanı. Mənim nədən oldu ki, səbəbimiz düşdü. Bir həftə qabaq şeylə görüşdü, təsadüfən məhəllədə birlikdə salınmışdım. Dedim ki, mən nə yirsiniz burada, nəyə gözləyirsiniz? Dedi ki, valla heç nə eləməyin yoxdur. Qonşuda oğlanın sümüyü sırrının ayaqısına bunu getirəcəklə bağlayacaq, görəcək. Çünki insanın həyatına çatacağı son bir nöqtə yoxdur. Yəni, çox yaxşı şeyləri var, ailələri var, imkanları var, uşaqların sevgiləri, nəvələri var. Yəni, adamın həyatı çox yaxşıdır, çox yaxşı bir nöqtədir. Amma hədəf artıq olsun, çatacaq bir nöqtə yoxdur. Adam nə eləməlidir? Daha yaxşı bir insan olması çalışmalı, daha kimi xidmət edir. Çünki insanın ən dəyərli olan bir xüsusiyyət nedir? Sən bir tarixi mənbələrdə bir şey oxumuşdun. Musa Peyğəmbərlə bir tədaqda bir şeylərə bir söhbət edir. Musa Peyğəmbər Allah soruşur ki, əgər sən insan olsaydın, edə biləcəyin ən yaxşı iş nə olardı? Elə gəlbilən insan olsaydın, edə biləcəyin ən yaxşı iş insanlara xidmət edir. Yəni, sən artıq çox yaxşı bir şey üçün çalışırsan, insanlara xidmət özünü fədakarlıq eləmək üçün çalışırsan, bu hədəflər də daha ucadır. Yəni, tam başqa bir Məncə ən ideal insan deyil. Gəlin belə deyək, suallar prosesində sonra olsun suallarına sorular orada verilir. Bununla yekunlaşdı. Ümidsizlikdən uzaq məsələsinə görə sizə iki dənə çox maraqlı hadisə danışacağım. Bir Rövşən Abdullovun Redistər üzərində uzanmış yapan kitabları oxuyan varsa yaxın alırsın. Var inşallah. Burada belə bir məqam var. Bosniya müsəlmanları öldürməyə aparırlar. Bosniya müsəlmanları öldürməyə aparırlar və bu kişiləri maşınlara yükürlər ki, buradan edam olunacaqlar. Hamı da bunu bilir ki, biz birazdan öləcək, yəni olmayacaq həyatda. Və orada obraz belə bir sual verir. Sual olur ki, bu insanlar bilirlər öləcəklər, amma buna rəğmen niyə qışqırırlar, mübarizə aparırlar, çölə çıxmağa çalışırlar? Cavab belə olur, çünki onların hələ də bir ümid var. Viktor Frankl, Yahudi soyqırımını müşahidə etmək üçün Alman düşərgələrini edir və orada insanların çəkdikləri acıları tanımış edir, çox dəhşətli, şiddətli hadisələr görür. Frankl sonunda belə bir nəticəyə gəlir, yazdığı kitab belə həmin nəticəyə görə yazılır. Frankl deyir ki, mən orada bir şey gördüm. O qədər şiddətin içərisində, baskının içərisində, dəhşətli hadisələrin içərisində bir şey gördüm. Onlara ayaqda saxlayan tək şey ümiddir. Şəxsiyyətin əsas dayandığı şey ümiddir. Bir çox fəlsəfi məktəblər deyir ki, Tanrı sizi ona görə yaradır ki, ondan ümidinizi kəsməyəsiniz. Tanrı günahkar bəndələri ona görə sevir ki, onların hələ də bir ümidi olur. Hansı insan ümidi varsa, Tanrıya daha yaxındır. Yəni, bizi Tanrıya yaxınlaşdıran şey etdiklərimiz yox, ümidlərimizdir. Sən çox maraqlı bir yazı oxudum, maraqlı bir kitabdır, modernizm haqqında. Deyir, əvvəllər, məsələn, kimsə xəta edir, səhv edir, günah edirsə, cəmiyyət onu günah olaraq, xəta olaraq, səhv olaraq başlayır. Amma indiki dövrdə postmodernist dövrdə yaşayır. Və indi kimsə səhv edəndə onun ümidsizliyi olaraq istifadə edir. Mən bunu elədim, istifadə baxdım. Amma biz onun anlamda səhv olaraq bir heykəlin memarı olmaq üçün bəyənən bir 8 olaraq başa düşəndə daha yaxşı bir forma edir. Onu öyle ümidsizlik. Sən növbəti. Bizim ustazı məsələ, insan olmaq nə deməkdir? Əsas sual. Filmimiz nədir Sivaya?
Çox dəqiq. İndi sizdən siz 2 dəqiqə vaxt verib film haqqında düşünün, düşüncələrinizi yekunlaşdırın. Biz də baxaq İstəyən insanlardan siz təzədən filmə baxasınız. Məncə filmin məqsədi uşaqlar üçün bu çəkilən film, yəni bizim davranışlarımızı onların gözündə film olması və onlar elə bir obraz kimi görmələri və onları mənimsəmələri. Başqa? Buyurun. Düşünürəm ki, orada həmin uşaqlar 7 yaşından böyük uşaqlar, 7-18 yaş biz dedik ki, tərbiyə olunan bir dövrdür. O dövrdə uşağın şəxsiyyətinə orada artıq zərər gəlir. Yəni belə deyim də, tam olaraq orada 2 uşaq var, bir kişi var. Orada tamam məqsəd başqa bir şeyin çəkilməsidir sanki. Orada uşaq ona əyləncəyə çevrilir. Sanki orada gəlir ayağını Ama sizə bir tövr verin ki, məsələn, uşağın hissi Məncə məqsəd o ki, həmişə hər şey... Zəlmə edəcəksiniz. Məncə odur ki, hər zaman hər şey həyatda düşündüyün kimi getmiyor da. Önəmli olan sənin nəyə necə reaksiyon verdiyin və yaşanan öz həyatdan necə seçdiyin. Bu yaxşı, maraqlı, yaxşı. Saçması. Azərbaycan orada uşaq elədiyi səhvə qarşı şəxsin verdiyi tərbiyələndirmə məqsədli olan bir qaçış və sonda onu cəzalandırılması. Ki bu cəzalandırmanın yöntəmi elə də doğru bir yöntəm olmadığını düşünürəm. Nə qədər ki bir şəxsi daha yüngül bir formada cəza da versə, bu gələcəkdə o uşaq yenə bu səhv eləyəcək, deyəcəksə ən azından mənə bunu edəcək, sonra mən yenə də istədiyim cəza ilə qurtulacaq. Bunun doğru bir tərbiyələndirmə üsulu olmadığını düşünürəm. Bəli. Yəni, məncə bir də onun ardı odur ki, sən problemə köklənsən, əsas nəticəyə geri qalırsan, orada su israf elədilər. Məsələn, o problemə köklənməsə, su israf, yəni sudan getmə söhbətlər hədəfinə daha tez satardı. Problemə köklənərək keyfiyyətdə atardı. Mən fikirləşirəm ki, burada bu hadisələr təmələn qarşıda baş verir və oradan bir dənə izləyici var. Bu sanki orada əslində yaşanan həyatın izləyicilərə görə yaşandığını bir göstəriş şəklində olduğunu göstərir. Misal üçün, valideyn nəsə verdiyi cəzaya fikir verirsiniz, o da göstəriş üçün ciddi bir cəza metodu edib, üstəlik şiddətlə o cəzanı verməyə çalışır. Və bir də bir nüansla diqqətini çəkdi, papaq düşdü yerə və sonradan, yəni uşaq onun üçün dedi ki, həmən başıma qaçırsan, amma sonra götürdü o bağı başa taxtıqlar, heç göründüyü qədər heç öyle də istanmamışdı. Yəni əslində elə də böyük bir problem də yox idi ortada. Yəni yox yerdən belə deyim də, sırf insanlar görür və belə olmalıdır deyə cəzalandırılmaq. Bir söz verə bilərəm. Amma biz burada kamera var, cavab veririz. O bir senaryo üzərində çəkilir o şey orada. Yəni onun orada heç bir şey baş verməyib, düz orada babanın düşməyi görə planlanmış hadisə. Əsas münasibətdə neysə mesaj vermək istəyirlər, mən tuta bilməmişəm. Deməli bir söhbət yadıma gəldi. Neçə il əvvəl oxumuşdum. Mən kinodan baxmışdım, yadımda deyil. Hansı bir informasiya almışdım. Deməli, fəlsəfə dərsində universitetdə müəllim 2 dənə stolu üst-üstə qoyur. Deyir ki, mən sübut edeyim ki, bu stol var. Hamı dəftəri yazır, tökür, 5 səhv, 10 səhv. Hər kəs bir şey yazır. Bir nəfər durur, 2 kəlmə yazır. Sonra durur gedir. Yəni o keçir. Yazır ki, hansı stol? Məncə fikir deyil, bunda ki, söhbət nədən gedir? Hər kəs görünlərini deyil, amma siz məncə açar söz deyirsiniz ki, səssizdir film. Məncə ideya ondadır ki, həyatı sözlərlə ifadə eləmək olmur. Hərə öz beynində görür onu. Məncə məsələ tamamdır. İlk orada böyük adamdan uşaqlar xahiş edirlər. Uşaqlar xahiş edirlər. Bir adam da onları öz bölgündən keçirsə bilirsən ki, və göstəriş naminə ondur. Hayatdan bir hadisəni xatırladı. Əli ibn Əbu Talib 7-ci əsrdə böyük bir təfəkkürü. O deyirlər ki, əllərini qoyub yerə, uşaqları, yetim uşaqları çiynini indirirdi və qəribə səslər çıxardırdı. O böyük bir insan. Və ona deyirdilər ki, bax sən çox böyük bir insansan, Həzrət Əlisən də sən belə hərəkət eləmək, bu sənin şəninə uyğun deyil. Dedi ki, nə şən, mən uşaqları sevindirirəm, yetim uşaqları qəlbini sevindirirəm. Yəni bu film məncə o hadisəni xatırladır. Çox maraqlı.